Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Allah'a şükür olsun. Bu günleri de Allah'ın lütfu keremiyle beyin mühendisliğine karşı Türkçe eski kitapların programının 376. bölümüne başlıyoruz. İnşallah ki hayırlı olsun ve biz geçmişimizden tanıyacağımızı elbette ki. Biz geçen gün iki Divan-ı Nəvaiyə baxdıq və tibbi mənzumə baxdıq. Divan-ı Nəvai mənim nəzərimə gəldi ki, bu divan öncədən bunu görməmişdik. Belə gəldi. Əlbəttə bütün tamam şeirləri oxumadıq. Ona görə çox ciddi bir şey deyə bilmirəm, amma nəzərimə gəlir öncəki divanlar ki oxumuşduq, çox nəfis bir şəkildə kitablanmışdılar. Onlarda gördüyümüz şeirinə fərqləri var idi. Əlbəttə ki, zahirən də bu Əmir Əli Şir Nəvai dövründə yazılmayıb, sonralar yazılıbdır. İkinci kitab ki, biraz əvvəlindən oxuya bildik, ümumi yerlərin o zamanki tibb içinə girdi, oxuya bilmədik. Tibbi məsələsi haqqındadır. Bu kitab çox ciddi bir tibbi məsələni o zaman, yəni neçə yüz il bundan qabaq deyək ki, Sultan Məhmud əvvəlin dövründə 1141-43 ilə 168 illər arasında yazılmış bir kitab nəzərə gəldi. Mütməyin ola bilmədik, amma %90 deyərəm ki, belə bir nəticəyə yetişdik. %10 şək qoyaq orada, əlaməti sual qoyaq. Kitabı yazan özünün haqqında, işlərin haqqında, amma adını demir. Bir sözlər deyir, ustadının adını deyir ki, Molla Hüseyndir və beləsi devam edir. Əlbəttə, Vaqif də adı Hüseyn ibn Seyyid Məhəmməd Boğazhisari adında bir şəxsmiş. Kitablarımız hansıdır? Risale-i Nuriyyəni açıram və onun yanında gedirəm, görürüm ki, ikinci kitab Rovnəqul Bostan. Cahilib bir kitabdır. Adı mənə biraz daha tanış gəldi. Risale-i Nuriyyədən başlayaq, görək ki, necə görsənir. Zahirən bunu açmışam da, amma ehtimalən bu kitab əvvəl baxaq görək kitabxanada, hangi kitabxanada və necə bir durumda saxlanır, kitabın fizikal vəziyyət, cismi, kağız olaraq nə vəziyyətdədir. Birinci səhifədə görürük ki, bu Princeton Universitetində, bilim yurdunda saxlanır, Amerikada olacaqdır. Risale-i Nuriyyə il-Fükra ilə Əl-İl-Kadiriyyə. Ehtimalən belə bir şey olacaqdır. Sonra bunu oxuyaraq gördük ki, nə deyir? Həzrəti Təlifi Həzrət Məhəmməd Tahir Əfəndi Qadizadə. Məhəmməd Tahir Əfəndi Qazizadə adında bir adam bunu yazıb və Risale-i Nuriyyə il-Fükra il-Kadiriyyə. Əlbəttə, aşağıda da bunu çalışıb ki, latincə yazsın, amma ərəb-türk əlifbası ilə yazsın, amma qatışır bir-birinə oxunmur. Biz bu qədər gördük, bu qədər yetişər bu kitabın haqqında. Kitabın özünün içinə gedəndə birinci səhifənin cildi aşmır. Burada nə əcəbsə, iki səhifə o kitaba ilgisi yoxdur. Bu iki vərəqi oradan çıxaq 102-dən, yəni 101 indi qaldı. Çünki deyiblər Risale-i Nuriyyə PDF göstərir ki, 102 səhifədir. Bunun 102 səhifə göstərir. Ehtimalən hər səhifədə 2 dənə olsa, bunun bir səhifəsini çıxmalıyıq, qalacaqdır 101 səhifə. Yəni, onlar 202 səhifəlik bir kitabla qarşı-qarşıya olacaq. Bunun 2 səhifəsini əvvəldə çıxanda. Kitabı açıbdır. Kitabın görürük ki, birincisi budur ki, kitab 3 bölümdən ibarətdir. Cildin sağ cild, sol cild və ağzından qapaq kimi gəlib bağlanan və kif şəklinə saxlayan, çantaya bənzədən bir kitabla qarşılaşırıq. Cildin eşiyin, qabığın eşiyin görmürük. İçərisinə baxırıq indi. Birinci səhifədə görürük ki, biraz cırıq var.
və kitabın ağzına baxanda bu tərəfdə görürük ki, fotokopudur nəzərə gələn kitab. Nəzərə gələn ki, yox, qətlən fotokopudur. Bunu belə görürəm mən. Bu kitabın biraz köhnəlməsi qıraqlarında, kitabın uclarında görsənir, kağızın uclarında görsənir. Birinci səhifədə bir cildə yapışmayıb əlbəttə. Cildədən sonra birinci səhifədəki yazı vardı. Orada bir latincə bir şey yazılıbdı. Ehtimalən kitabın adına ola bilər. Fıkra, bəli, ehtimalən latin türkcədir ehtimalən. İkinci səhifədə bir vəqfinamə görürük ki, bu calibdir, bunu oxuyarıq. Çox da gözəl yazılıbdır. Əşığında da Məhəmməd Nuri adı ilə möhür qurulub və möhrün də üstündə tarix var. Bu vəqf tarixini buradan ələ gətirə bilirik. İkinci, o birisi səhifəyə getiririk, orada da aynı budur. Yəni, əks təkrar olub burada. ehtimal verirəm, beləsi davam edəcəkdir. Əgər beləsi davam edirsə, qabaqcan bunu görmüş olarıq. Dediyim kimi kitab fotokopudur, yəni əsl əlyazarın özünün əksini görmürük. Qıraqda birinci səhifədəki yazı başlayır. Burada bir şey varmış, təzhib varmış. Təzhib ağ-qərə düşdüyü üçün biz bundan bir şey anlamırıq. Yazının dövrəsində çarçivə var və çarçivənin eşiyində 3 dana möhür və bir dana da yazı görürük. 1307 ya 1207. Mən 1307 görürəm, amma sonra diqqətlə baxarıq. Yazı çox əla bir yazıdır, çox gözəldir. Niyə? Çünki gözəllikdən anlam budur ki, mən bunu oxuya bilərəm. Sətirlər arası az olduğu üçün biraz şey görsənir, amma o qədər də az deyil ki, qəra görsənsin. Rənglər hər halda fotokopudan olduğu üçün biraz solğundur. Bəzi kəlmələrin başı üstündə xətt çəkilibdir. Nə rəngdə yazılıb, onları bilmirik. Bəzi kəlmələr ehtimalən qırmızı ya bir ayrı rəngdə yazılıb. Çünki burada daha çox solğun görsənir. Bu da bir ayrı bir şeydir ki, burada görürük. Bu iki səhifədə çarçivə, çox qalin çarçivə var. İçi də rəng olubdur, amma nə rəngdir, burada qərə düşdüyü üçün onu da bilə bilmirik. İkinci səhifədən, yəni kitabın yazılarının 3 və 4-cü səhifəsinə baxarkən görürük ki, burada da qıraq yazını demişdik. Görürük ki, o çarçivə ki var idi, qalin və qərə rəngdə o fotokopuda düşmüşdü. O bir xəttdə indi və kitabın ortasında, kitabın başında da çox yer var, böyründə də çox yer var, aşağısında da çox boş yer var yazı olmaq üçün. Bu 4-cü səhifəyə baxanda görürük ki, bir dana qıraqda yenə bir çarçivə açıblar. Kitabın ucunda aşağı və sol ucunda bir uzun mətləb yazıblar, amma çox gözəl, aynı xəttə bənzir. Kitab bundan bizə fotokopu olduğu üçün o qədər görə bilməyəcəyik fərqləri. Amma burada bir barmaq da görürük. Tamam, bu barmaq da əks salanda barmaqla tutublar, əks salıblar. Onu görürük. Kitabın burada ortasında deyək ki, PDF ilə danışıram da, PDF-də 13-cü səhifəyə baxanda görürük ki, kitabın ortasında cırıq varmış, bir kağızla yapışdırıblar oranı. Burada qıraqda yazılar, qıraq yazıları bu səhifədə görürük. Burada bir dairə çəkiblər. Bu dairənin içində bir yazılar da yazının aşağısında görürük. Burada da başında bir calib bir şey yazıblar. Ehtimalən Şeyx Əbi Ömər Üsman Əs-Sirəfi və Şeyx Əbi Məhəmməd Əbdülhəq el-Hərimi buyurdular ki, səni-i 55 və 500 Səmi 55, 55 və 500. 555-ci ildə bir ittifaq düşübdür. Yəni, bu onlar üst-üstə 9 il, 100 il bundan öncə. Amma bu səhihin də burada yazıbdır. Kitabın içində qələt yazılmışmış bir şey. Onu burada düzəldibdir, üstə yazıbdır. Bunu burada görürük. Bu kitab, əcəba kitab haqqındadır. Mən bunu yazım səhifə 16. Buna baxarıq, görürük ki, burada bu kitabın haqqındadır, yoxsa bir ayrı tarixə işarə edir. Ona görə çox önəmlidir. Burada da yazılar görürük. Yenə də aynı şey var. Şeyx Əbi Ömər Üsman Əs-Sirəfi və Şeyx Əbi Məhəmməd Əbdülhəq el-Hərimi buyururlar ki, 55 və 500 Səfərül Xeyrün xatirəni açıbdır və uzun bir yazılar var. Çox gözəl. Siz bu kitabda indi
qədim əski kitablarda nə cür yazı, qıraq yazılar yazılırdı, onları görə bilirsiniz. Burada da imza qoyubdu yenə də müxtəlif insanlardan. Yazını biz hər halda çox da şey görə bilmirik. Yəni fərqlərini görə bilmirik. Biraz məncə xətt dəyişdi, əlyazma dəyişdi. Biraz qeysəm arxaya. Mənə gəldi ki, bu səhifə hansı səhifədə idik? Orada biraz əlyazmanın formu dəyişdi. Mənə belə gəlir ki, əlyazma bir yerdən sonra dəyişir. Amma bəli, mən burada görürəm ki, əlyazma kamilən dəyişdi. Yəni biz bu iki səhifədə bu səhifə ilə bu səhifənin arasında o əlyazmanın dəyişməyini görə bilirik. Sonra yenə də qeyd edir əvvəlki vəziyyətə. Bunu da oradan görürük. Kitabın çoxlu qırmızı, yəni başı üstündə xəttləri vardı. Acaba ərəbdir ya başqa dillərdədir, onu da bilmirik. Kitab 62-ci PDF-in 60-cı səhifəsində 62-ci səhifəsində qurtarır zahirən və keçir bir ayrı risaliyə. Yenə burada Bismillah vəhdəhu deyə. Bu da şey olubdur. Yəni bu kitabı tələsik hazırlayıblar. Onun kimi işləyə bilmirlər. Bunun kitabın bu da ikinci risalədir. Yəni buna əlif B desək, əlifdəkinin adına baxarıq, sonra da B-dəkinin adına baxarıq. Buna da tələsik bir çərçivə ciziblər. Üstdə də bir nəxşənin şey deyirlər, etod deyirlər farscədə. Yəni bir ön nəxşəsini çəkibdir, ön olacaqdır. Sonra bunun düzəldəcəkmişlər. Dahi fürsət olmayıbdır. Kitab da əldən ehtimalən çıxıbdır. Kitabın içində bu bölümdə görürük ki, yenə də bir ayrı xətt ilə, bir gözəl xətt ilə, hətta ondan da daha oxunaqlı bir xətt ilə yazılıbdır. Ərəbcə kəlmələrin səsləri var üstündə, eyrabları var türkçəsi və başları üstündə xətt çəkilibdir. Nə rəngdə yazılıbdır, onlar fotokopi olduğu üçün bəlli olmur. Bu kitabda o şey ki, gözümüzü çox çəkir özünə, marağımızı eləyə bilər çəksin. Bu da kitabın içində bəzi kəlmələri qərələyiblər, çox ciddi və onu tazaşdan yazıblar, qıraqda ya kollən siliblər. Yəni silməyiblər, qərələyiblər, qalıb orada. Bunu kim qərələyibdir? Yazar qərələyibdir, xəttat qərələyibdir, sonra oxuyanlar qərələyiblər, bunu bilmirəm, buna bir söz deyə bilmirəm. Amma burada islah olan yerə baxanda görürəm ki, o qərəni aynı xətt ilə yazdıqları üçün eşikdə, yəni bir şeyi qərələyiblər, onu eşikdə yazıblar, xətt çəkiblər, aparıblar eşikdə yazıblar və bu da göstərir ki, bu xəttat ya oxuyan bir nəfər bunu sonra oxuyubdur, ehtimalən bir ayrı kitabla, əsl kitabla üz-üzə qoyubdur, görə hansısından ondan əslindən düzdür ya deyil, orada tapıbdır və o qələtləri ya izafələri silibdir, dəyişdiribdir ya da şeylə o cür qərəliyib üstün qoyub keçibdir. Bu kitabda dediyimiz kimi şeirdir və virgüldən görəcəm, burada iki virgüllərdən ehtimal istəyibdir. Tazaşdan bir-iki səfə gedir, yəni 4 səhifəlik bir mətləb imiş, o qutarır. Burada təmmimləri gördüm, amma inanmırdım ki olsun. 3-cü kitab risalə başdır. Əlif B, mən burada yazım əlif B və cim deyə yazım. Burada da yenə də təmtələsik bir çərçivə çəkiblər. Çərçivələr çox gözəl, 2 dizi ilə çəkilibdir. Bismillahın da üstündə bir yekə ehtimalən təzhib çəkilmişmiş, amma çün qərə düşübdür, bilinmir. Amma onun üstündə bir böyük bir yer boş qalıbdır ki, sonra qərə alınmış çəkilsin. Bismillahla çox gözəl bir xətt ilə, bu daha gözəldir məncə. Bu mənim oxumağım şeyindən deyirəm. Buradan başlayır və qırağında bir ehtimalən burada bir burada bir qıraqda bir yazılar və ədədlər yazıblar ki, nə üçündür, onları bilmirəm. Davam edək. Kitabın bu risalənin, yəni 3-cü risalənin
3 və 4-cü səhifəsində kadrı yenə dövrəsində biraz rəhləyiblər hər iki səfədə. Ortada bir boş yerdə bir dairə və dairənin içində yazıblar, sonra da aşağıda yazıblar. Burada da dairənin içində bir dairə bir-birlərinin üstünə oturaraq, elə bir iki dənə boş qabı bir-birinin üstünə qoymusunuz. Bu cür çəkiblər, o ikisinin də üstündə yazıları görürük. Bu kitabda belə bir şeylər görürük. Bəzi kəlmələrin, sözlərin başı üstə xətt çəkiblər. Burada çox dairələr görürük. Güllük vardı şərifi, əvradi şərifi bəyan. Bu da yenə də burada bir səhifənin qırağında bir ədədlər, bir ərəbcə ədədlər və yazılar və ədədlər yazıbdı ərəbcə. Kitab o şəkildə devam edir. Bu da ehtimalən 229-da ya 1329-da beləsi. Bu da neçə səhifədən sonra bu da burada qutardı, cimdə qutardı. Bu da çox uzun olmadı. Ondan sonra Risale-i Sirri Dövran deyə bir ayrısı baxışılır. Dal bunu da deyək. Bu da daha sadədir. Çox bir xəttinə, onu da bəzi yerlərdə qırıq, yəni uclardakı çərçivələr gəlib bir-birinə yapışacaqdır. Onlarda qırıq qoyubdur. Ya kitabın ortasına olan yerdə bəzi yerdə hətta çəkməyibdir. Bu da bunu göstərir ki, əvvəl yazı yazılıb, sonra o çərçivə çizilibdir. Və bir də belə baxanda görür ki, sətirlərin əvvəlləri bir xəttdə başlanıbdır. Amma axirlərinin biri uzaq, biri çox belə yaxın, hətta məcbur olub üst-üstə yaza, biri də biraz boş qalıbdır sətrin axırı. Bunu görürük burada. Səhifə buradan bu üzrə çox şuluq olur. Bu onlara görə şuluq yazılıbdır. Xətt də dəyişdi. Əl yazma. Burada bir əl yazma idi. Qeydli. Burada çox şuluqlu bir əl yazma. Dövrədə yazmaları vardı. Bu da dəyişdirdi. Və burada 73-cü səhifədə hətta kitabın ehtimalən bu kitab ki, indi oxuyurduq, bundan ayrı bir kitabla, yəni bir yazı ilə qarşılaşırıq. Bu da bunu tərsə yazıb. Yəni kitabı bilirik, beləsi yazırlar, üstdən aşağıya düz olur. Bu cuşədən yazıb aşağı cuşədə qutarıbdır. Yəni biraz beləsi əyri xətt ilə belə yazıb gedib aşağıya. Başda dar başlanır, getdikcə genəlir, sonra gəlir yerində aşağıda səhifənin cuşəsində, çərçivənin cuşəsində, qabın cuşəsində bu şey olur, kiçikləşir. Ondan sonra o bir ayrı mətləb idi. Ona görə də onu əyri yazmışdı. Yəni bu kitabın əsli məsələsinə dəxli yoxdur. Ondan sonra yenə o birisi səhifələrdə yenə düz çərçivələr var və hətta burada bir çərçivə çəkibdir. Uzun o səhifənin ağ yerlərinin belə başdan aşağı bir çərçivə çəkibdir və onun içində bir qıraq yazı yazıbdır. Qıraq yazını burada müxtəlif şəkillərdə görürük. Bəzisi çox gözəl xətlə yazılıbdır, bəzisi fərqli xətlər olduğu üçün nəzərə gələn bu bir qıraq yazını neçə adam yazıbdır. Bu səhifədə bir çox qərə rəhlər görürəm ki, bilmirəm əcəba burada nə olubdur bu? Elə bir məsələn damcı düşübdür bura bir şey, məsələn yağışda zətdə düşübdür, amma kitabın qıraqlarında da olsa görsənmir, bəli yazılarda rəhlər biraz qatışıbdır. Amma o qədər deyil ki, rəhlər, məsələn deyəm ki, qalıram bu yağışa da bənzədirəm, yağış olmayana da bənzədirəm. Amma bu üzdə də davam edir orada burada. Bu bəlli edir ki, bu yağış deyil. Bu elə ehtimalən əl ilə qərələmə bir şeydir. Nədən ötürüdür? Təkid üçündür, nədir? Qıraqda yazılıbdır, onu da silibdir. Çox biraz şuluqdur bu bölüm, amma ciddən bir bizim bu indi zamanlarda yaygın olan əl yazmalardandır. Bu kitab 311-ci ildə qutarır. Yenə də bu H deyək. H bölümü başlayır. Dəlili, kitab-ı dəlili bila, dلیل budla ve defteri aşiqan و seyri arifan ve خیال نادان و دلجوشای طالبان تألیفی قیقوسuz Əbdal Sultan.
Qeyğusuz Əbdal Sultan, bu da bir ayrı kitabdır, başlayır. Bunun dövrəsində dahi heç zət yazılmayıbdı. Yəni dövrəsində heç bir qabzat dizilməyibdi. Bu əlbəttə bu son kitab şimdi dedik qutulur. Bunun çərçivəsini çəkiblər, amma çərçivədən eşikdə yazıbdı adam. Çərçivənin içində qutarıbdı. Çərçivə əslində qalıb bunun altında. Bu da bunu göstərir ki, mən orada iştibah demişəm. Əlbəttə bu kitabda ki indi baxırıq, zahirən əvvəlcən çərçivəni dizmişmişlər. Sonra qərar da onun içində yazsın, amma yazar burada o xətti, o şeyi müraat eləməyibdi. Bir də ki, o birisi səhifələrdə çərçivə çox böyük idi, səhifənin çox yerini tuturdu. Bu səhifədə çərçivə çox kiçikdir, səhifənin çox yeri boş qalıbdı. Yazar deyib ki, mən baxmıram bunun nə çəkdiyinə, gedib özü bir yazı yazıbdı. Əlbəttə burada iki tarix görürük. Biri 1162-dir, Məhərrəm ayında, biri də bu qutaran şeydən danışırıq. Yəni deyir ki, bu da 1311-də də bir ayrı adam Seyyid Məhəmməd Nuri Əl-Qadiri fi Şəbanil Müəzzəmi 1311. Bu xəttat da 1311-də yazıb, amma bu əsli ehtimalən Təmmətür Risalətü Şərifə Be'unullah Teala və Hüsnü Tovfiqi Hürrə fi səni 1162 Məhərrəmül Həram. O birisi kitaba getiririk ki, oxuduq adında Kitab-ı Dəlil-i Budla və Dəftər-i Aşiqan-ı Seyf. Bunun dövrəsində daha çərçivə burada dizməyiblər, amma arxadakı səhifəyə ehtimalən diziblər, çünki burada bir əks görürəm. Kitabın içindən bəzi kəlmələrin üstünə xətt çəkiblər, üstünə yəni silən kimi. Yəni bu xətt düz deyil. Onun üstünə xətt çəkiblər, başı üstünə yox, özünün üstünə xətt çəkiblər, onu eşikdə yazıblar, yəni çərçivə dax bunda iş verməzdi, ona görə gedibdi o birisinə. Amma o birisi səhifə gedəndə görürük ki, çərçivə şey olubdur. Bu kitab qətən bir xəttat bunu yazıbdı, özü də bunu bir nəfər oxuyubdu, islah eləyibdi, çoxlu qələtləri vardı, bunu kitabın hər yerində görürük. Ehtimalən bir ya iki nəfərin qələm şeyidir. Orada ki deyirdim, ehtimalən su tökülübdür, yağış yağıbdır falan. Burada onu daha çox görürük. Burada görsənir ki, bu nöqtə kimi qərə bir yekədir, amma bunun əsli kitabda nə rəhdədir, onu axtarıb görmək lazımdır. Nöqtə kimi bir şeydir, amma çox yekədir. Yəni, məsələn, bir nöqtə ki, biz qoyuruq cümlənin sonunda, onun, məsələn, 10 qatı, məsələn, yoğunluqda. Yenə də kitab 96-cı səhifədə qutarır kadrın içində və çizik də bir çərçivəsi var. O birisi əlbəttə ilə olarcandır. Sonra bir ayrısı başlanır. O da duadır ehtimalən. Bir səfəlik dəqiqən. Ondan sonra bir ayrı bir kitab başlanır. O da oldu. Yəni bir ayrı risalə başlanır. Bunun da adını qoyduq Y. Yəni burada mən fikir edirəm ki, 6 bu kitabın içində risalə görmüşük. Bunun da dövrəsində birinci yazının dövrəsini boş qoyublar. Sonralar buna kadr çərçivə diziləcəkmiş, təzhib olacaqmış. Ona görə buna yer qoyublar. Amma təəssüflə kitab əldən çıxıbdır. Bu kitab küldən əldən çıxıbdır da. Ona görə də diqqət olunmayıbdır. Burada ondan sonra ikinci səhifədə buna çərçivə diziblər və eşikdə bir çox yazılar görürük, adlar. 2-3 səhifəlik bir şeylə qarşı-qarşıyayıq. Bir yazı ilə, risalə ilə qarşı-qarşıyayıq. Ondan sonra son səhifələrə yetişirik. Əlbəttə ki, nəhlə qalır. Duayı dəfi ələmi səbyan deyə bir səhifəlik bir yazıdır. Ondan sonra da bir ayrı duadır. Ondan sonra da kitab qutarır və beləliklə biz kitabın sonuna gəldik. Yetişdik. Qeydaq kitabın əvvəlindən. Kitab çox uzun çəkdi. Əgər diqqət eləsəz, bundan belə ki, çalışırdım. Xülasə danışım. 24 dəqiqədə kitabın vəzi haqqında danışırdıq. Gəldik kitabın əvvəlinə. Burada görürük ki, bu kitabda şey eləyiblər. Yəni, bu Fransa University, Princeton University də səhv eləyib kitabı bir nəfərin adına yazıbdır. O halda ki, bu kitab 6 dənə kitabdan ibarətdir. Mən hələ o bir səfələri saymadım, ya axirdəki duaları saymadım. Onlarda hərəsi bir ayrı özünə bir müstəqil bir hüviyyətləri var, kimliği var. Biz onun kimliğini dana bilmərik, ya bir ayrı kimliğin kölgəsi altında saxlayıb onu görmədən tuta bilmərik. Hər halda bunlar bir yazarların düşüncələridir. Vəqfinaməyə baxaq görək ki, vəqfinamədə nə görürük?
Vəqfinamədə la ilahə illallahı oxuya bilirəm möhürdə üstə, amma ondan qalanını oxuya bilmirəm. Şeyx nə mənə oxunmur. Risalə-i Nuriyyə. Burada elə bu kitab, bunu adını qoyublar. Risalə-i Nuriyyə li fuqara el-Qadiriyyə. Bunlar Qadiriyyə cəmiyyətinə ki, Sufiyyədə bir şaxədirlər. Müsəlmanların içində, İslam dünyasında yox, müsəlmanlar dünyasında bir özünə bir budaqdır, düşüncə, anlayış, yaşam sistemidir, idrac sistemidir. Onlar yazıblar. Risale-i Nuriyyə li fuqara'il Qadiriyyə. Tə'lifi Həzrəti Məhəmməd Tahir Əfəndi Qazizadə. Şeyxül İslam Əd-Dövlətil Osmaniyyə və Müftiyil Ənam fi səltənəti Səniyyə sabiqən əleyhi secalir rəhməti vəl məğfirət. Sabiqən bu adam, yazanın adı, kitabın adı Nuriyyədir və yazan Məhəmməd Tahir Əfəndi Qazizadədir. Şeyxül İslammış Osmanlı dövlətində və müftiymiş Osmanlı səltənətində. Yəni bu qədər mühüm bir adammış. Əlbəttə Nuriyyənin bir kitabında, yəni o şeylərdən yazsaq, deyək ki, ad yazaq Risale-i Nuriyyəninki yazar Seyyid Məhəmməd Tahir Əfəndi Qazizadə yazıb bunu. Bunu çox rahatca tarixini tapa bilirik. Hangi tarixdə yazıbdır. Əlbəttə kitabın axirində də baxarıq, olmasa gəlirik burada. Vəqəfət hazəl kitabi li rizai Rabbil bəriyyə və vəzə'tu bizaviyyətil qadiriyyə. Bu kitabı mən Allahdan ötürü vəqf elədim, Allahın rizasından ötürü vəqf elədim, yaxçılıq üçün. Li rizai Rabbil bəriyyə, Allahın rizası üçün hər halda, yaxçılıq üçün. Və qoydum bunu Qadiriyyə zaviyyəsinə. O saxtımandakı orada fi məhəllətil İskəndər bəy məhəlləsində. Əl-mühtəsəbi bi qurbi qərəcümrük fi daril xilafətil Qustəntaniyyə. Qustəntaniyyə kəlməsi gələndə, yəni bu Sultan Fatih Mühəmməd taza buranı fəth eləyibdir. Hələ ad raic olmayıb, insanların arasında çox genişləşməyibdir bu, yayılmayıbdır. Əlləti bənaha əl-mərhumə Əlimə xatun. Bu saxtımanı da kim düzəldir? Əlimə xatun düzəldir. Diqqət buyurun, burada bir gözəl şey verir. Bir dana zaviyyədən danışır ki, bu zaviyyəni məhəlləsinin adresində yazdı, hangi adresdədir və indi bir dana şeydir ki, bir dana xanım adı da Əlimə xatun adlı bir İbnəti Molla Osman Əfəndi Müstəcizadə. Müstəcizadə adlı Molla Osman Əfəndi Müstəcizadə. Molla Osman qızı, Molla Osmanın qızı xanım, xatun, Əlimə xatun buranı düzəldibdir. Və zəvvəcəhu şeyxul arif əl-ilahi əs-seyyid Mustafa əl-ahi əl-qadiri. O xanım qızından da kim evləndi? Şeyx Arif ilahi Seyyid Mustafa əl-ahi qadiri. Qadiri cəmiyyətinə bağlı olan Seyyid Mustafa ahi. Ahi məmulən iş güc sahiblarına deyirlər. Yəni bunlar bir herfə, bir təxəssüs sahibidirlər, onunla işləyirlər, geçinirlər. Qəddəsə sirruhu və huvəl əxül əkbəri vəl mürşidil kəbiriyyəti li əhmər li cəddi və məlazi əş-şeyx Arif billahi əs-seyyid Süleyman əs-safiyyil qadiri qəddəsə sirruhu. Bu adam da ki, bu əl-qadiri dedik, yəni ahi, Mustafa əl-ahi. Bu Mustafa ahi, mən dedim ki, bu ahi bizim bir dənə də Almanda var. Zahirən mən adamı tanıram, bir zaman qızı da vəzir, Amranın vəziri xaricəsi idi.
Çox da şərif bir professordur, ustad danışqahdır. Bunun adı da ahi idi. Mən deyirdim ki, o yəni ah sözündən ya ahu sözündən gəlib. Amma indi görürüm ki, yox, o ahi elə təxəssüs anlamında nəslidən nəslə gəlib, özü türkcədir. Yəni adamın nəsli türkcədir, adı türkcədir, amma özü təəssüflə farslaşmışdı. Yəni mən o adamı çox farsçı və İrançı gördüm. İrançı olmağında bir şey görmürəm. Yəni amma bir türk farsçı olmağı biraz mənə həm o zaman həm indi əcib gəlir. Əl-Mürşidül hər halda orada əsli mürşidin şeyidir. Billah Əs-Seyyid Süleyman Əs-Safil Qadiri, Seyyid Səlman Safinin orada mürşidi əsli də buymuş. Və Ənəl Həqir. İndi bu da onun şeyidir. O bunun cəddidir. Bu kitab, bu vəqfi yazanın. Ənəl Həqir Xadimül Füqəra və Əfqərül Məvali Əs-Seyyid Məhəmməd Nuri Şeyx Həsən Əfəndizadə. İndi burada da o Məhəmməd Tahir Əfəndi Qazizadənin ehtimalən yox, bu Nurinin şeyidir. Dedi ki, mən də Məhəmməd Nuri Şeyx Həsən Əfəndizadə əfa ənhuma bunun şeyidir. Hangi tarixdə bu vəqf eləyibdir, vəqfi yazıbdır. Səni-i səbə və sələsəmiə və əlif 1307-də kitab vəqf olubdur. Vəqf tarixi desək, vəqf tarixi 1307. Üzr istəyirəm, mən bunu 4 yazdım. 1307. Cəlibdir ki, bunu 3 dəfə yazdım, içində də qələt yazdım. Yəni bilmirəm niyə bu günləri beləsi. Məhəmməd Nurinin özünün də, yəni Vaqifin çox o zaman, əlbəttə çox da o zaman deyil, 1307, əlbəttə möhrü qolubdur 1134. Mən beləsi gördüm, yəni 1130. 1130 olacaqdır. Bu bir ayrı bir şeydir. Möhrü biraz yekətsək bəlkə görsənər. 4 də görsənir, cəlibdir, amma bu nə ola bilər biləsi? Ha, 1304. Yox, o əlif ayrı bir şey. Nurinin iyidir. 1304-dən möhürü qazdırıbdı adam. Yəni bu da bunun tarixini göstərir. Bu vəqf bu zaman olubdu. Amma yazılan o şey ki yazıbdı, Məhəmməd Tahir Əfəndi Qazidə o çox öncələr yazıb kitabı. Kitabın 2-ci səhifəsində aynı şeylər təkrar olubdu. Ondan işimiz yoxdur. Gəlirik bu kitabın əslinə. Bismillahirrahmanirrahim. Elhamdülillahillazi tahhara qulubəl müminin bi nuril iman və nəvvərə fuadil aşiqin bi tənviril irfan və səlatu və səlamu alə seyyidina Muhammedillazi huvə mənbəyül ilmi və irfan və alə alihi və sahabihillazinə hum nucumil huda vəl irfan və bə'd. Qutuldu. Bu qədər Həzrəti Allaha və Həzrəti Rəsul və Həzrəti digər həzrətlərə, səhabiyə ala salam və salavat və iradətin göstərdi və hətta irfan əhlinə də iradətin göstərdi. Burada qıraqda bir şey yazıb Xadimül Füqəra Şeyx Süleyman Safi Əl-Qadiri. Bir anda Seyyid kəlməsi var burada. Qıraqda o şeyin qırağı kimi olubdur. İstanbulda Qərəgümrük qürbündə Mühtəsib İskəndərin məhəlləsində Qiyaqulan çeşməsi qarşısında Müstəcizadə Kəriməsi Elimə Xatunun binakərdəsi olan Əş-Şeyx Seyyid Sultan Mustafa Ahi Əl-Qadiri Həzrətlərinin dərgah-ı şərifinə vəqfidir. 1307. Tazaşdan burada yine aynı şeyi qoyubdur. Yəni burada bir şey görübdür. Adam deyir ki, mən bu məsələn Qadiriyənin neçə zaviyəsi, neçə binası ola bilər? Deyir, mən fəqət buna vəqf eləmişəm, o birislərə yox. Bu çox ciddi bir şeydir. Yəni sonra da 2 dənə də ayrı möhür görürük. Onları da oxumağa mənim zorum çatmaz. Çünki xəttlər
daha addan çıxıblar. Onlar bir nəxşədir, yəni özünə bir hünərdir. Mən anlamadığım hünər. Bədu fəyəqulu li Əbdül Həqir Qazizadə Məhəmməd Tahir Əl-Hənəfi. Özü o kitab yazan dedi, mən deyirəm. Fəyəqulu li Əbdül Həqir Qazizadə Məhəmməd Tahir Əfəndi. Ehtimalən bu bir ayrı kitabdan onu şərh edir. Ehtimal verirəm. Mənə belə gəldi. Ki o belə dedi. İndi mən nə deyəcəm? Fəyəqulu deyir. فيقول عبد الحقير قاضيزاده محمد طاهر الحنفي مذهبا والقادري طريقة والمدرس بدار السلطنة السنية ظاهرا وخادم الشريف شريعة الأحمدية مسلكا وتراب أقدم الرجال الإرفان محبة والعاشق برؤية نور الأحدية meşreben ihtimalen olacaktı. Hasebeten lillahi Teala ve taleben limerazatullah salikani rahi hakikat olan, buradan başladı Türkçesi. Qərandaşlarımıza ve füqara-i qadiriyeye ve tariq-i illiye sairelere salik olan ve bahusus bu abd fəqirdən yedi tövbə alan olur, oğladı yedi tövbə alan oğladı mənevilərə sülükləri asan olmaq üçün və bid'ət و zəlalətdən xilas olaraq ashali və üzərə zəbanı türki üzərə bir risalə cəm'i və naminə risali nuriyə diye təsmiyə və 41 fəsl üzərə tərğib və təhrir olunmuşdur. Yenə də görürük ki, o şey ki bizə deyiblər Osmanlı dövründə Türkcə önəmli yox idi filan. Bəhman bunların hamısı necə ki biz İranda Pəhləvilər dövründə və bu İslam hökuməti dedikləri mollalar deyək də, bu da mən hər ikisinə Farsistan deyirəm. Farsistan dövləti, yəni farsların hakim olduğu bir vəziyyət. Bunlar keçən yüzildə Qacarları və Türkləri pisləməkdən sonra bir iş görməyiblər. Yəni bir dana iş deməyiblər ki, Qacarlar bu işi yazıblar, yaxşıdır məsələn. Bəzi kitablarda adları gəlir, məsələn telgraf çəkiblər, nə bilim filan çəkiblər, amma elə həmin kitabda görürsünüz ki 100 dəfə Qacarları pis sifəti ilə tanıtdırıblar. Da onlara getmirik. Amma burada görürük ki, kitab adam deyir ki, asan olmaq üçün və bid'ət و zəlalətdən xilas olaraq əshəl vəci üzərə ən sadə yazılmış. Əshəl yəni ən sadə, ən qolay, rahat üzərə zəban-ı türki üzərə bir risalə cəm'i və naminə risale-i nuriyyə. Bu risalənin də dedik, bu risalənin adı Nuriyyədir. Ehtimalən kitabında cildini görsəydik, bəlkə orada da bu Nuriyyəni qoyardılar üstünə. Diyi təsmiyə və 41 fəsli üzərə tərtib və təhrir olunmuşdur. Fəsl əvvəl Allah-u Təbarək və Teala Həzrətləri sair ərvahi xəlq və icadindən əvvəl Muhammed Mustafa sallallahu aleyhi və səlləm Həzrətlərinin ruhi şərifini xəlq və icad eylədi. Nitəkim küntü nəbiyyən və Adəmu beynəl mai və tin buyuruldu. Onun üçün əvvəlül ənbiya mütləqa və axəruhum bəsən buyuruldu. Burada bir dana kəlmə yaddan çıxmışmış, kitabı sonra islah eləyəndə gətiriblər bunu üstə yazıblar. İki kəlmənin ortasında Şəfai Şərif. Ehtimalən bu işarə olur İbn Sina'nın Şəfa kitabına. Şəfai Şərif Şərhi Şəhabidə. Ona bir şərh yazılıb Şəhab adında. Ehtimalən Şəhab adında bir adam, ona ehtimal verirəm ki, belə sorun. Şərhi Şəhabidə məzkurdur ki və şərrəfəhə bin nübüvvəti ə'la mən lil mələ'il ə'la, yəni mələ'i əlaya elam üçün ruhini nübüvvət ilə müşərrəf qıldı. İmdi ruhinə nübüvvət sifət vaqi oldu deyə gəndə bu iki kəlmənin altında yaddan çıxmışmış, sonra yazıblar. Oldu və sifət-i nübüvvət ba'dəl mevt baqiyədir və la yəzurrul inqita'ül vəhyi bə'də kəmal dinihi. Yəni Həzrət Muhammed əleyhisselamın dini, burada kəlməni
nə cür deyim, qərələyib eşikdə yazıb, o da qərələnibdir. Amma onu biraz yazmağa çalışıb təkmilindən bu cür oxunacaqdır. Orada təkmil yazılmamışmış ya da yazılsaymış, hər halda biraz onu ya da qələm dəyib qərələnib də eşikdə təzəşdən onu yazmağa çalışıbdı. Yenə də düz gəlməyibdi, məcbur olubdu ki, hey üstün neçə dəfə yazır, çox qalin bir yazı çıxıbdı. Təkmilidən sonra vəhyün inqitai dəxi müzir dəcildir, nitəkin buyurulmuşdur. El-yevme ekmeltu lekum dinikum dəxi rivayət axir ilə məzkurdur. Küntü nebiyyen ve Adem beyne ruhi vel cesed. Ben nebi oldum, Adem ruhi ile cesed arasında idi. Yani Hakkı Teala benim ruhime nübüvvet ile tecelli eyledi. Ve Adem ul vakt, Adem ul vakt o vakt. Adem ol vakt beyne ruhi vel cesed idi. Ve dahi bundan sonra məlum ola ki, benim şeyhimin şeyhi, indi bu yazan özü şeyxdir da, bu yazır. O Qazizadə neydi? Məhəmməd Tahir Həzrətləri, Məhəmməd Tahir Qazizadə Həzrətləri deyir ki, mənim şeyximin şeyxi, benim şeyximin şeyxi Qutbul Arifin, Gavsul Vasilin, Hazreti Seyyid Ali el-Bendenci. Qəsideyi, bir dənə qəsidə demişmiş ustadının ustadı, şeyxinin şeyxi, illiyələri şərhində ruhi Muhammediyeyi təhqiq buyururlar. Bir miqdar ibarat ilə təbərrükən saliklərə zikr edəlim. O deyir ki, mən o kitabı ehtimal verirəm. Yəni o ustadlı yazdığı, şeyxinin şeyxi yazdığı kitabı ehtimalən onu burada başlayır tozih verməyə. Təbərrükən saliklərə zikr edəlim. Vücudi kəmişkatun be misbahin ruhəhu məza kəfanusun be batinihi şəm'un. Qəsidənin. Bu bir dənə qəsidəymiş. Mən beləsi vurdum bir-birinə. Çünki mən ərəbcəm zəifdir, türkcəm zəifdir, ərəbcəm zəifdir, dilim zəifdir küldən. Vücudi kəmişkatun be misbah ruhihi məda kəfanusun be batinihi şəm'un. Qəsidənin beyti budur. Şərhində buyururlar ki, vücudi el-cismani kəmişkat benim bu önasürdən mürəkkəb olan vücud-i cismanim və qiyafət kəssafim, kəsafət mənisində deyil, yəni qalınlığım, yəni bu canımızın qalınlığı var da, bizim ənimiz boyumuz vardı. Bu ənimiz boyumuzu və zəxamətimizi, qalınlığımızı buna deyirlər qiyafət kəssafim müşkat kibidir. Müşkat nə deməkdir? Deyir ki, onun üçün xaricə təriq yoxdur. Onun üçün xaricə təriq yoxdur. Be misbahin ruhihi cəmi ərvah kəndisindən istimdad eylədici ruhi Muhammediyenin siracı nuru ilə məzi yəni nur, nurani, işıq verən ziyalı da buradandır da. Ona ki, indi farsçada dedilər nə mənə? Roşənfikr. Ziyalı roşənfikr tərcümə elədilər. Məzi-i münəvvər-i həqiqətdir. Şimşin və qəmərün, şəmsün və qəmərün, şimş yazıb əlbəttə. Şimşün və qəmərün, burada olacaq şəmsün və qəmərün və nücumun nuri gibi. Burada şı düşübdür, o ehtimalən iştibah düşübdür. Niyə ki, qəmərlə nücum deyəndə bilirik ki, bu siyaq beləsi gəlir. Yəni, münəvvər-i həqiqətdir şəmsün və qəmərün və nücumun nuri kimi. Kəmaqilə və küllühüm min Rəsulullah mültəmisun qərfən ya qurəfən minəl bəhri və ürşəfain minəd daymi. Nə deməkdir? Yəni, demək olur ki, cəmi peyğəmbərlər və awliyalar Rəsulullahdən tələb eylərlər. O Rəsulun bəhri ulumindən bir avıc
su tələb edicilərdir. Yaxud Rəsulun yağmuri elmindən bir ağız su tələb edərlər. Bir ağız, yəni bir içim, bir qurtu. Bir ağız su tələb edərlər. Bu beyt məlumudur. Qəsidə-i bərdə sahibindir. Lakin Seyyid Ali Həzrətləri münasibət ilə zikr eylədi. Təhqiqən sizlərə məlum olsun ki, bu ruhi Muhammediyyə cəmi-i həqaiq-i suveriyyə və mənəviyyəyi cami olan bir həqiqətdir. O həqiqət ərşidir. Zira əvvəl ma xələqəllah əl-qələm. Dünyada deyir, əvvəlin şey deyir, ən başda o şey ki, xəlq olub Allahın tərəfindən qələmdir, ruh. O nə mənədir? Yəni ruhi Muhammediyyə diyi bəyan olundu. Allah-u Teala'nın ibtidai xəlq eylədici qələmdir ki, o ruhi Muhammediyyədir və huvə ruhul a'zəmilləzi təkəvvənət minha əl-ərvahun və tənəvvərətəl əşbah. O ruhi Muhammediyyə ruhi əzəmdir ki, cəmi ərvah ondan zuhur və istifazə eylədi və cəmi əşbah ondan nurləndi. Kəma caə fil hədis İnnə ümmətəllahi vəl müminə minni. Mən beləsi oxudum, amma ehtimalən minnə ümmət İnna minallahi vəl müminə minni. Beləsi oxusaq yaxşı olacaqdır. Bu innanı da sonralar bir düzgə yazmamışmış. Qələminə neçə dəfə üstün qərələyəndən sonra düzəlt. Burada bir yapışdırıb olar. İnna minallahi vəl müminə minni. Tamam. Buradan mən fikir edirəm ki, bu kitabdan yetər. Qıraqdan da bir yazısı var. Onu da oxuyaq. Qıraq yazıdan qıraq. Və dəximə eyni xəttinə biraz kiçik burada qıraqda bir şey yazıbdır. Və dəxi məlum elə ki, ruhidə hükm xəfiyyə haqqı bunca əsbab və alat-ı səadət vəz buyurulmuşdur. Amma qalib insanidə necə əsbab və alat-ı şəqavət vəz buyurulmuşdur. İkisi bilə bir nütfədə vəz olunmuşdur. Yəni rəhməhu vəz rəhməhu, əlbəttə mən rəhməhu da oxuya bildik. Vəz olunan nütfədə səadət və şəqavətə istedad vardır. Amma insan min heysu ənəhu insanun ruh ilə qalibdən mürəkkəb və ibarətdir. Çox cəlib bir söz dedi burada. Çox üstündən keçdik. Çünki mən bunları dərk eləməkdə biraz aciz qalıram. Amma qalib insanidən necə əsbab, neçə də ola bilər, neçə əsbab-ı alat şəqavət vəz buyurulmuşdur. Deyir ki, insanın qalıbı, bu şey canından bir neçə əsbab-ı və alat vəsail, yəni şəqavət var. Əllər, dillər, ayaqlar, bunlar və ayrı bir şeylər ki, də adlarını gətirməyək. Yəni, rəhəməhu vəz olunan nütfədə, səadət və şəqavətə istedad. O rəhimdə vəz olan nütfə, yəni erkəklə dişinin toxumları bir-birinə gəlib yapışıb, o nütfə, yəni insanın birinci mərhələsi başlayanda, birinci aşaması başlayanda, onun deyir ki, bu çıxarı var, istedad çıxar. Bu çıxarı var ki, yaxşı insan olsun, pis insan olsun. Hətta bu çıxarı var ki, cismi olaraq, beyinsel olaraq güclü bir insana çevrilsin, yoxsa bir dəlaildən dolayı yeməkdən, nə bilim, stresdən, savaşdan, filandan bir geri qalmış insana çevirilsin. Geri qalmış deməyək, bir insana ki, məsələn, əlildir, beləsi desək yaxşıdır. Geri qalmış daha çox pis tohin dərsdir əslində. Amma biraz əlil insana çevrilməsi istedadı var. Yəni, çıxarı var ki, belə olsun. Şəraitə bağlıdır. Yəni, deyir ki, bu Allah bunda bir nütfəni gətirdi, bir-birinə qoydu. İndi o şəraiti nə cür ilə dədə, ailə, məmləkət, iqtisad, dövlət, dünya sistemi, savaşları, barışları nə cür olacaq, nə cür olmayacaqdır. O uşağın heç bir günahı yoxdur, bir nütfədir.
Əlbəttə atadan, anadan bir şeylər gətirir. Yəni bu təbiətən bu əslən bunu inkar eləmək olmaz. Atadan, anadan gəldiyi üçün onların hərəsindən bir şeylər özü ilə gətirir bu uşağın içinə. Bu uşaq onlardandır. Onların bir parçasını yaşayacaq ən azından. O nütfə bir tarix gətirir özü ilə. Hər ailədən bir tarix. Deyək ki, məsələn, mən Güney Azərbaycanlıyam. 700 illik Qaradağda, 800 ilə yaxın yaşayan, 800 ildən çoxdur. Qaradağda filan kənddə yaşayan mənim keçmişlərim olubdu. Bu tərəfdən isə, məsələn, deyək ki, bir dənə İngilisli adamla məsələn evlənirəm. Burada bizim uşaqlarımız iki tarixdən, iki coğrafiyadan birləşən bir şey olur. Bunların istedadları hər ikisindən də ola bilər, ala bilər, amma eyni halda dediyimiz kimi o toplumsal şərait, onlar bu uşağın şəqi olmasına təlim sistemi, mədrəsədə müəllimlərin, yoldaşların, küçədə, bazarda, rəqiblərin, bəzi, burada bolir deyirlər, bizim orada şey var idi, bəzi şər uşaqların ilişməsi filanı, bəhmanı bu uşağı eləyə bilər ki, bir ayrı dünyaya aparsın. Yəni, o mühit mühümdür. Min heysu ənəhu insanun, bu cəhətdən ki, o insandır, ənəhu insanın ruh ilə qalibdən mürəkkəb və ibarətdir. Bir ruhu var, bir də cismi var, canı, bu ət, sümük, qan, dəri, tük, bunlardan ibarət olan. Və hər məvlud fitrət-i İslam üzərinə məvlud olmuşdur. Deyir ki, hər insan fitrətən, yəni ən başda olan İslam üzərinə doğulubdur. İslam bir növ təslimiyyətdir əslində. Salam təslim sözündən gəlir və bu Allaha təslim olmaqdır əslində. İslam sözü Allaha təslim olmaq mənasındadır. Vaxt o ki, insan mükəlləf olub, yəni vaxtı buluğunda ixtiyar-ı cüz'isin ruhunun alatına sərf edərsə, indi biz qabaqcan bu, yəni mənim nəzərimdə, mən təbiətən öz nəzərimi danışıram burada, kitabı oxuram, kitabı oxuduğum kitab yazanın sözləri, amma mənim düşüncəm o haqda, mənim düşüncələrim təklifi Quranda bir neçə dənə şey oxuduq. Keçən cələsələrin birində dedik ki, təklif və buluğ İslamda 9 yaş deyil qıza məsələn. Yaş gəlməyib Quranda. Bizlər toplumda yaşamımız, məsələn, mən təcrübə elədiklərimi deyirəm. Yəni, onlar üçün gözümün, eşitmişəm qulağımdan, heç olmasa görmüşəm gözümdən, onları deyə bilərəm. Məsələn, adamın təsadüf eləyibdir, dədə ölübdür. 2 dənə, 3 dənə yetim qalıbdır, xanım da cavan. İşləyə bilmir, ya işi yoxdur, gücü yoxdur. Məsələn, evdə cəhrə əyirmaqla zadından geçinməyə çalışıbdır. Ya fəş toxumaqla, uşaqlar fəş toxuyublar, özü fəş toxuyub məsələn, eləyə bilərlər, diri qalalar. Tamam, uşaq məsələn bir 12-13 yaşa yetişəndə bunu ərə verək, ya yaxındakı çevrədə deyiblər, bu qızı ərə verək, sənin yükün azalsın. Həm də ki, sən də qocalırsan, bəlkə tez bu uşaqlardan qutarasan, evlənəsən. Da burada İslam rəbti yoxdur ki, bunu şər'i mollaya deyirsən, gerçəkdən bunu şər'i üzünə salır ki, hə, Peyğəmbər 9 yaşında bir qızla evlənmişdir, siz də 9 yaşında qızı ərə verə bilərsiniz, 11 ya 13 ya 15 yaşında qızı ərə verə bilərsiniz, ya oğlanı evləndirə bilərsiniz. Belə deyə bir şey var. O harda ki, Quranda baxdıq, əqli gücü və özün maddi olaraq idarə eləməsi və düşmənə qarşı mübarizə eləyib ailəsini qorumaq gücünə sahib olmaq şərti ilə qız və oğlan şey olur, balıq olur. Bunu mən Qurandan gördüyümü deyirəm. Mənim anladığım, indi hərə özünə görə bir anlamaq götürür Qurandan. Və heç birisi İslam deyil. Mən dediyim də İslam deyil, Ayətullah Xüeyninki də deyil, Şəriət Mədaniki də deyil, Ayətullah hər kəs olur olsun, Sistanininki də İslam deyil.
Heç birisi İslam deyil. Hər kəsənin öz düşüncəsi, öz anlayışıdır. Təcrübəsinə görə, savadına görə, yaşamına görə, mənafeyinə görə, zərərinə görə, hara bağlıdır, kimlə pul alır, kimlə pul verir, kimlə iş ilgisi vardı, yaşam ilgisi vardı, onların mənfəət və zərərlərinə görə bir qərar verir. Bu heç birisi İslam deyil. Hamısı şəxsi nəzərlərdir. Hətta mən burada ora getdim, Həzrəti Məhəmmədin ağzından çıxan sözlər və yaşadığı 2 cür, 3 cürədir. Bir var ki, deyir, ağa, bu mənim sözüm deyil, bu Allahın sözüdür. Bu İslamdır. Əgər ona əl aparmamış olsa. İkinci, deyir ki, mənim ağzımdan çıxan sözlər Həzrət özümündür. Həzrət Məhəmmədin ağzına. Bir də var ki, bunları Həzrət Məhəmmədə bağlılar. Bu yalandır da. Bunları Həzrət Məhəmmədə o qədər söz bağlayıblar ki, yalandır. Amma üçüncü şey ki, istəyirəm deyəm, Həzrət Məhəmmədin yaşamıdır. Həzrət Məhəmməd əcəba toplumda bir yaşam fərzi gətirib deyib ki, məsələn, dünənəcən sol əlinlə yiyirdiniz, bu ilə sağ əlinlə yiyin. Belə bir şey yoxdur. Ərəblər də sağ əlinlə məsələn yiyirlər, bu da sağ əlinlə yiyirdi. Məsələn, əlinlə yiyirdi Həzrət Məhəmməd, qabaqcanda əlinlə yiyirdilər. Gedirdi, su yoxudur. Su yoxudur ki, içinə şizə vursun. Məcbur idi ki, kasa ilə götürsün, başına töksün. Əvvəl başını yusun. Həmişə mənim özümün bəzi adam sola xay deyərik. Bəzi adam sola xaydır. Mən sağ əlliyəm. Sağ əlli olsun, mən sağ əlimlə suyu tökürəm başıma, sol əlimlə bura, sağ əlimlə bura tökürəm. Yəni, bunu Peyğəmbər taza bir şey gətirməyibdir. Toplumun ürfün yaşayıbdır. %99 Peyğəmbər toplumun ürfün yaşayıbdır. Toplum nə cür evlənirdi, nə cür ərə gedirdi, nə cür mehriyə verirdi, nə cür savaşırdı, nə cür diri qalırdı. Həzrət Məhəmmədin savaşlarının çoxu diri qalmaq savaşıdır. Həzrət Məhəmməd evindən, yurdundan, sərvətindən, dədə babasından yetişdiyi mülkdən məcbur olub düşmənlərin qorxusundan qaçıb bir ayrı yerə sığınıbdır. Gücü də gəlində gedibdir, mənim haqqımı alıram. Onlar da çıxıblar qabağına savaşıblar. Yəni mən indi şəxsən hər kəsi desək, yəni bir də bizlər İrandan qaçıblar. Hər nədən dolayı malları qalıb orada, dövlət onları təsxir edibdir. Gücümüz çatsa təbii ki, dövləti yıxarıq. Çünki bu bizim dinimizə rəbti yoxdur. Yaşamımıza rəbti var. Mənim haqqım dədəmin, dədələrimin, babalarımın, ərz elədim 800 il mən o kətdə bizim dədələrimiz zəhmət çəkiblər, savaşıblar, ölüblər, öldürüblər, o torpaqları saxlayıblar, orada əkinəcə əkiblər, falan eləyiblər, bəhman eləyiblər, gəliblər, şəhərdə işləyiblər, bir balaca yer alıblar, falan, bəhman, mən işləmişəm, uşaqlar işləyiblər, nənəm işləyib, dədəm işləyibdir. İndi bunu dövlət sahib çıxar. Təbii ki, siz burada zoruz satmayan zamanda durursunuz. Amma zoruz satan zamanda gedib yapışırsınız, xırxırasından çəkirsiniz, çıxadırsınız. Həzrət Məhəmməd də onu yaşayıbdır. Həzrət Məhəmməd savaşa girməyibdir. Savaşı, yəni mən diqqət edirəm ki, Həzrət Məhəmmədin hangi savaşı özü başlayıbdır? Həzrət Məhəmməd birinci savaş Bədir idi, əgər səhv eləmirsən. Həzrət Məhəmməd gedibdir, onların karvanlarını kəsibdir. Oğurluğa getməyibdir ki, bunlar mənim əmvalımı əlimizdən alıblar. Tək mənim yox. Yüzlər adam oradan qoyub, qaçıbdır, əmvalları qalıb orada. Zəhmətləri adamın 20 il, 30 il, 40 il işləyibdir, zəhmət çəkibdir, bir şey yaradıbdır. Onu orada əlindən alıblar, oradan qaçmağa məcbur qalıbdır. Bu da gedir, deyir ki, sən əgər rəisi qəbiləsən, rəisi filansan, bəhmansan, sənin orada bir mənfəətin var, buradan bir karvanın geçsə, mən o karvandan haqqımı alaram. Mən buna savaş demirəm, buna deyirəm ki, adam haqqı üçün Allah tərəfindən məmur olmayıb ki, savaşçı ilə, öldürücü ilə. Yox, adam qol-qəral bağlayıbdır, məsələn, Yahudilərlə, Yobrislərlə, bizlə işçi olmayacaq, bizə tohin eləməyəcəksiniz, bizi xanımlarımıza, qızlarımıza öcəşməyəcəksiniz, bizə məsələn plan işləri görəcəksiniz ya görməyəcəksiniz. Onları qərarda bağlayıblar. Sonra adam gedibdir, məsələn, dünən oxurduq, bir ayrı kitabda oxurduq, əgər yadımızda olsa, adam gedibdir, bir dana Yahudi gedibdir, bir dana müsəlman xanıma bir iş görübdür ki, onun namus qismətləri görünsün. Bir dənə də müsəlman gəlib onu öldürübdür. Sən niyə bu xanıma məsələn tohin eləyəsən ya bunu bicür eləyəsən ki, bunun bədəni görsənə?
Hazreti Məhəmməd də bir dənə adam ki buna inanır, dövlətdir. Dövlət qurmasan, sən bir dənə quruh deyək. O quruhun rəisi deyir, ağa mənim adamlarıma sən hər kəs özünə cəsarət eləsə, mənim adamlarıma toxunsa, Amerika da o cür deyirlər lan. Amerikanın siz bir dənə adamın filan yerdə tutun. Dövlət təyyarələrini tökür, sizi öldürür, bombalarını tökür, minlər ton bomb tökür ki, bir dənə adamın canını oradan qutarsın. Ya da öldürmüş olsalar, onun canını şeyləmək üçün, intiqamını almaq üçün gedir orada. Onlar adam bəlkə yüzlər, minlər adam öldürür. Ta deyək ki, məsələn, mənim adamımdan himayət edirəm, mənim adamıma əl vura bilməzsiniz. Bu təbii bir davranışdır. Hər halda keçdik biraz siyasətə. Gedək görək kitabın burada möhürləri gördük. Əcəba möhürlərin içini oxumaq olar. Kitabın ən böyük bölümü də elə bu kitabdır. Çox da ciddi bir kitabdır. Mən görürüm ki, bir saatdir bu kitabın üstündə oradan danışırıq. Hətta bu tarixi də ki, mən dedim, bu tarix də mənim düşüncəmdir. Yəni, mən bunu bir yerdən də oxumamışam. Bir yerdən də görməmişəm. Mənim özümün anlayışı, buna yetişmişəm ki, mən bir dənə hizb qursam, məsələn, Türkiyədə biz bunu çox görürük. Mən özəlliklə Türkiyənin iç siyasi durumlarına da bəzən diqqət edirəm, xəbərlərinə filanlarına. Məsələn, bir dövlət var, bir də qarşı duran partilər var. Qarşı duran partilərdən hər kəs tutulur, bir cinayət üçün, bir rüşvət üçün, hər nə üçün bu parti ondan himayət edir. Milləti xiyabana çəkərəm, dökərəm, filan elərəm, bəhman elərəm. Niyə? Çünki deyir, ağa, mən özümün adamından himayət eləyə bilməsəm, heç kəs gəlib mənə yanımda durmaz ki. Və əmniyyətimi, özümün də əmniyyəti qoruya bilmərəm. Mən əgər deyəm ki, ağ qoyun, qərə qoyun, o ağdır, məndən nə işi var, bu qərədir, bu o şəhərlidir, bu şəhərlidir desəm, qoyun tutun. Sonunda bu gələr ki, hamı deyir, ağa, bu adam birinin dalında durmur, mən niyə bunun dalısıcan durum? Hətta burada bir təcrübə, bir dostum, bir əzizim təcrübə yaşadı. O təcrübə də cəlib idi. Burada düşür zindana, bir siyasi dəlildən dolayı Kanadada düşür zindana. Bu adam da sekular bir adam. Yəni, hətta ziddi İslam bir adam deyə bilirəm. Deyir, zindanda gəldilər, mənim adım deyək Məhəmməd. Deyir, adım Məhəmməd olduğu üçün dövrəmə gəldilər, biriddələr. Böyük, uca, heykəlli adamlar. Sən müsəlmansan? Hə, mən müsəlmanam. Hə, sənlə biz yoldaşıq, sənə heç kəs bir şey deyə bilməz. Çünki zindanda da hər kəs zəif olsa, güclülər onu yiyərlər. Bunu mən zindanda nağılların yazmışam. Hekayələrin yazmışam. Əgər sən güclü olmasan, səni zindanda belə yiyərlər. Onun üçün sənə düşüncəsi, inancı yaxın olanlarla birləşirsən. Güclər bir olur. Savaşa girsən, siz birdən 50 savaşırsınız. Onlar da 100 nəfər, ya siz 50 nəfər, siz onların qabağında bir gücsüz. Yəni sizə hər adam özünə cəsarət edib həmlə eləyə bilməsin deyə bir sistem yaradırsınız. Bu, İslamın savaşı deyil, istəyirəm deyəm. Bu, yaşamın və diri qalmağın və özün qorumağın və sənə yaxın olanların, özün deyəndə, yəni sənə hər kəs bağlı olsa, onun, məsələn, indi İsrail Qəzzəni vurur. Ya bu günləri gördüm, məsələn, Qəzzənin altında tunelləri, yəni şəhərləri partladır. İslam dünyasında buna qarşı, İslam deməyək, müsəlmanlarda buna qarşı bir şey var. Çünki mən əgər bugün bundan himayət edə bilmirsəm, sabah da məndən olmayacaqdır. Məsələn, İranın başına gələn bundan çətin olacaqdır. Baxın, dünyada indi Amerika, İsrail, İranı vurdular 40 gün. Qabaqcanda 12 gün. Bir dana məmləkət İranın yanında durub onlara qarşı etiraz eləmədi. Niyə? Çünki İran İslam dünyasını, ya müsəlmanlar dünyasından özünü ayırıb, özünü bir ayrı görürdü və onları vururdu. Hala da bu günlər onları vurur. Yəni bu günləri bir amar gördüm. İsrailə, məsələn, deyək ki, filan müşəkdən 131 dənə atıbdı. Onu mən çox sevdim. Məmləkətləri bir-bir yazıblar ki, hangi məmləkətdə neçə dənə atıbdı? Qibresə 5 dənə atıbdı, Türkiyəyə 4 dənə atıb, ya 5 dənə atıbdı, nə bilim, Azərbaycan Cumhuriyyətinə bir belə atıbdı. Təqribən müsəlman məmləkətləri vurubdu. 131 dənə də İsraili vurub, məsələn. O müşəkini, indi bilmirəm hangi müşəkdir, yadımda deyil. O müşəkdən, məsələn,
min neçə yüz dana atıbdı. Bir dənə ərəb məmləkəti, Kuveytə deyil, hancısına deyil, Ərəbistana da az atıbdı. Yadımda deyil. İmarat Müttəhidəyə Ərəbi. Ən çox İmarat Müttəhidəyə Ərəbiyə məsələn birdən min neçə yüz dana umuşəşlərini vurubdu məsələn. Bu nə deməkdir? Bu deməkdir ki, müsəlmanlar bunun yanında durmayacaqlar. Amma Qəzzənin yanında görürsünüz ki, tamam İslam dünyasında belə Amerika prezidentinə, İsrailə fişar gətirirlər. Ağam, sən sülh eləyir, atəşkəs eləyəcəksən, dayanacaqsan falan. Bu o anlamdadır. Hər halda istədim bunu da xatırladan və gedək kitabın sonu, bu kitabın bu bölümünün sonuna bir göz ataq, görək ki, bizə nə deyir? Çox gözəl bir qələmi var. Əslində qoyun buradan bir səfədə buradan oxuyaq da. Kitabın 41-ci səhifəsindəyəm. Burada bir şey oxuyaq, görək ki, nə deyir? Seyyid Əli Həzrətləri buyururlar ki, vəlakin indi hüvəl vasitətə və lakin mənim indimdə, indim yəni mənim yanım, ərəbcə sözdür. Mənim indimdə vasitə deməkdir. Və əmma qovseyn və tərfəl qovseyn. Mən dedim, bu kitab bir ayrı kitabcı ərəbcə yazılıbdır. Onun ya da şayət qəsidəni bilmirəm, çünki oxumadıq görək. Qeydaq dalıya bir də onu oxuyaq görək. Bu kitab hangi kitabın? Mən beləsi nəzərimə gəlmişdi ki, bu kitab bir ayrı kitabın tərcüməsidir. Bu 3-cü səhifəyə gəlmişdik. Bəlkə eləyə bilək ki, bundan əvvəldən biraz oxuyaq, axirində oxumasaq, yəni içindən də oxumasaq, burada əvvəldə oxuyaq, bu kitab hansısındandır? Dedik ki, Taala təcərri nurində mütəcəlli oldum və müminin mənim nurimdən və hiyə mərtəbətü şəfaəti əv mərtəbəyi şəfaətdir. Burada gəndə bir kəlmə yazmışmış, mərtəbə. 2 dəfə yazmışmış, birin silibdir. Birin sətrin axirində, birin sətrin əvvəlində, o əvvəlindəkinin üstün qərəliyibdir, silməyibdir, qəb qərəliyibdir. Amma mərtəbəliği oxunur. Şəfaətdir. Bu qədər ilə iktifa edəlim şimdilik. Zira münasibətlə əşaqidə ruhə dair bəyanımız vardır. Və həm dəxi tətvil kəlam eyləmək, tətvil kəlam, tətvil tul sözündən yazılıb da, tul uzunlaşdırmaq, kəlamın uzunlaşdırmağı, sürdürməyi, tətvil kəlam ilən ruhə milak verir. Fəsl-i sani, bu birinci fəslin şeyidir ki, oxuduq, bu qonuda olacaqdı, onu üstə başlamışdıq. İkinci fəsl nə olacaqdı? Fəsl-i sani, ol ruh bir qəlafə möhtac olduğundan, o qəlaf cild, şəmşirin qılafı olar, içinə salarlar, o cild. Biz də deyir ki, ruh bizim içimizdə, biz onun cildiyik ruhun. Ruh bir qəlafə muhtac olduğundan Allah-u Təbarək və Teala kəndi cəmalın təmaşa qılmaq üçün bir avuc topraqdan Həzrət Adəmi xəlq və icad buyurdu. Burada bir avucdan mənzur bizim avucumuz deyil. Mənzur yəni biz deyəndə bir avuc adam, yəni məsələn neçə yüz dana, neçə min dana ola bilər. Qalıbdır. Yəni az. İstir biraz aşağı tutsun. Adəmi xəlq və icad buyurdu. Hətta Həmmərət tinətə Adəm biyədi ərbəinə səbahən. Xəmmərət olacaq ehtimalən. Mən həmmərət gördüm. Xəmmərtu. Hətta xəmmərtu tinətə Adəmə biyədi ərbəinə səbahən buyuruldu və ol qalibə ruh verildi. Gerçi çox sadə yazılıb. Yəni mən bu kitabı indi baxım tarixi görüm hangi tarixdə yazılır. Kitabın axirinə də baxmalıyıq. Vaqəən çox sadə yazılıb. Yəni cümlələr elə ki bugünkü cür yazılıb. Qalibə ruh verildi. Gerçi əhli vəhdət indində bir dedi mötəqidlər ki, ruhla bədən ayrı deyil, ikisi bir şeydir. Bu dedi ki, 2 danadır. Amma deyir ki, gerçi əhli vəhdət indində nəfs və ruh və qəlb və əqlu sir cümləsi bu 5 dana. Nəfs, ruh, qəlb, əql, sir cümləsi şeyun vahiddir. Sifati təbdil olduqca və bir etibar ilə bir ismi verilir. Bir kimsənə
kəndir cismindən və cəsədində, kəndi cismində və cəsədində mütəsərrif olan ruha, ruhi cüz'iyyəsidir ki, ona nəfs-i natiqə dəxi dərlər. Cism və cismani olmayıb, cəsədinin daxilində və xaricində olmayıb, tədbir və təsərrüf edib, la məkan və binişan, yəni bədəndə mövzi məxsus olmayıb insan hər nərəsinə bərmək bəsərsə, orada bil külliyə mövcud olub, təcəzzi və inqami qabil olmayıb, inqisami qabil olmayıb, cümlə-i əzada təsərrüf edən və cümlə-i bədəni mühit və yenə cümlədən münəzzəh və mübərradır. Hətta əzai insanidən bir üzvə nüqsan və zəval tari olsa, yəni darışsa ehtimalən, tari olsa, ana zəval gəlməz. Tamam, bu qədər mən fikirlərim ki, yetər. Fəsilləri bir-bir deyir və sonra tozih verir. Mən dedim ki, əvvəl fəsillərin xülasəsini deyir, sonra davam edir, yox, sonra görürük ki, fəsillərin bir-bir gedir. Gedək 41-dən oxumuşduq biraz, gedək biraz öncəliklərə, görürük ki, hətta kitabın axirinə gedək. Aha, bu kitab burada qutarır, yəni 62-ci səhifədə birinci risalə qutarır. Mən bunun son səhifəsini oxuyayım, görürük ki, burada şül mənayı qəsd edir ki, əsma-i ilahiyyədən əsma və cəlali zikri heysiyyətindən cəlal ilə təcəlli qılar. Və mən zikərəhu bi əsma-il cəmali yetəcəllə ləhu bil cəmal. Şül kimsənə ki, Haqqı Teala Həzretlərini əsma-i cəmal ilə zikr edərsə, cəmal ilə təcəlli edər deməkdir. Və hüvə məəzzakiri və şahidi fi məşhədil frəq. Haqqı Subhanə və Teala Həzrətləri ərbab-i firəq və təmizdən əfaz fərq. Fərq yəni ayırmaq. Hətta deyirik başının fərqi farsça işlənir, fərqi sərdiyə, yəni ayırmaq. Məsələn, tükün birazın burayıza, birazın burasına, ya beləsi. Hər nədir ki, ayırırsınız bir yerdən, o iki yerə bölünür, ora fərq edilir. Yəni ayırmaq. Ərbab-i fərq və təmizdən olan zakir və şuhud-i haqqa malik olan kimsənin məşhəd-i fərqində beylədir. Bu məqamə məqam-i fərq və məqam-i cəm'ül cəm dərlər. Vəl-cəm yaxud məqam-i cəm'ində, yəni məşhəd-i cəm'ində beylədir deməkdir. Bu lətaifi haqqi və əmri zövqi olan məaniyi təfhim qal ilə bu qədər olur. Təfhim qalı yəni dediyimiz sözlə bu qədər demək, düşündürmək olar. Qalanı gərək yaşayasan. Pəs nə dedik? Bu lətaifi haqqi və əmri zövqi olan məaniyi deyir ki, bu bir şeydir ki, bunu gərək dadasan, yaşayasan. Yəni zövq burada deyir, nə? Yəni yaşamaq. Zövqi olan məaniyi təfhim qal ilə, deyib sözlə bu qədər olur. Həman Allah Subhanə və Teala Həzrətləri cümləyə əhl-i suluk olan ovladı qəliyələrimizə zövqən bildirə. Zövqən bildirə. Amin. Bə hürməti seyyidina və şeyxina Seyyid Abdülqadir Əl-Cilani və nəfə'na bihimmətihil ali. Heç zat yazmadı, tarix yazmadı. Amma biz bu kitabın tarixin buradan gedib Cimnaydan istərik ki, bizə desin. Risale-i Nuriye'nin yazarı Məhəmməd Tahir
Efendi Gazi bunun hakkında bilginiz lütfen. Tamam. Bu kitabın o yazan, əsl yazanın, amma biz bu nüsxəni oxuruq. Bu nüsxə fərqli bir nüsxədir. Bir ayıradım. Risale-i Nuriye əsərinin müəllifi Məhəmməd Tahir Əfəndi Qazizadə haqqında əldə olan tarixi bilgilər bunu göstərir ki, o Osmanlı dövrünün tanınmış alimlərindən biri idi. Bu əsər əsasən təsəvvüf, əxlaq və dini hökmlər zəminində yazılmışdır. Haqqındakı tarixi bilgilər və önəmli tarixlər hicri təqvimi ilə belədir. Həyatı və fəaliyyəti Məhəmməd Tahir Əfəndi Qazizadə 12-ci əsrin, yəni 1100-dən ta 1200-ə qədər böyük fəqih və müdərrislərindən sayılır. O, öz dövründə həm də qazi kimi fəaliyyət göstərdiyi üçün Qazizadə ləqəbi ilə tanınmışdır. Risale-i Nuriye bu əsərdə müəllif Nuriye təriqinin, Qadiriyədir, Nuriye deyil. Bu əsərdə müəllif Nuriye təriqinin ədəbləri, zikr usulları və mənəvi seyr suluk haqqında məlumatlar verir. Ki dedik bu deyil, bu əslən yanlış olduğu üçün bunu çıxaq qırağa. Nuriyədən yapışır, elə deyir, bəlkə odur. Vəfat tarixi, bir də mənbələr fars mənbəyidir. Yəni bu diqqət gedibdir, fars mənbəyindən toplayıbdır. Vəfat tarixi Qazizadə Məhəmməd Tahir Əfəndinin vəfatı təxminən 1160-da olubdur. Vəfat 1160 il hicri. Təqribən bu ildə olubdur. Təsadüf edir. Yəni, bəzi mənbələrdə bu tarix bir az fərqli qeyd olunsa da, onun 12-ci əsrin yarısında vəfat etdiyi qət'idir. Bu əsər və müəllif elə bu qədərdir. Bundan izafi yazmayıb. Bu adam ömründə yazsa, məsələn, deyək ki, bu kitabı yazıbdır, 1160-da ölübdür, 1150-də deyək yazıbdır. İndi biz yaşırıq 1447-ci ildə, bundan çıxsaq 1150, təqribən 300 il bundan öncə bu kitab yazılmış ola bilər. Təqribən bu tarixləri bu cürsü desək daha o farslı sərrəs, yəni düz olar, düz oturar. Gedək ikinci risaləsinə baxaq kitabın. Bismillahirrahmanirrahim başında da bir şeylər yazıblar, amma silinibdir. Yəni orada dedim bir kadr şey çəkiblər, nəqşənin əvvəlliqələrini çəkiblər, sonra bunu məsələn düzəldəcək almışlar, nəqqaşı eləyəcək almışlar və içində də bir yazıları var. 3 sətirdə yazı varmış, siliblər. Əlbəttə, biraz ciddi insanlar kitabın əslinə baxsalar, bunu oxuya bilərlər. Bismillah vəhdəhu Şeyxül Əkbər Mühyiddin İbn Ərəbi Qüddəsə Sirruhul Əziz Eydər Haqqı Teala bana dedi ki, insan benim sirrimdir. Ben insanın sirriyəm. Əgər insan huzurumda mərtəbəsin bildiyi hər nəfəs verib aldıqca limənil mülk deyə eydi və dəxi əgər insan benim həzrətimə rücu etdikdə nə olacağını bildi, hərgiz həyat istəməyə idi. Hər anda əlini hacətə götürüb dərgahımıza ya Rəbbəni öldür deyə idi. Agah ol kim, insan şərəfiyyəti ol vaxt təhsil qıldı kim, Haqqı Teala vaxta ki aləmi ədəmdən vücuda gətirdi. Cümlə-i məxluqata kəndinin mərifətin ərz etdi. Heç biri qəbul etmədi. İnsan cümlə-i mövcudatından mümtaz olub, ol əmanəti qəbul qıldı. Nitəkim, İnna ərəznəl əmanətə ələl səmavati vəl ərzi vəl cibali fəəbyənə ən yəhmilnəha və əşfəqnə minha və həmələhəl insanu innəhu kanə zəlumən cuhuda. Bunu əvvəl
qələmlə yazmışmışlar. Sonra bir ayrı midad kimi bir şeylə buna səslərin, ərəkələrin ya erabın üstünə qoyublar. Pəs ondan qeyridən ol istedad yox idi kim ol əmanəti qəbul qılıb. İnnəllahə yə'murukum ən nüvəddül əmanat ilə əhliha hökmüncə əmanəti sahibi tələb qıldığı ki, vaxt təslim edə. Çünki insanidə o xasiyyət vardır ki, tələb olunduğu vaxtdə burada kəlmə qərəli batda, iki kəlmənin arasında da fasilə yoxdur, yəni ara yoxdur iki kəlmənin arasında. Altında bir şey, iki kəlmənin altında bir şey yazmışmış, onu da qərəliyib, tazaşların üstünə xətt də var, beşli yazıb. Vaxtı təslim, vaxtı sahibinə tələb olunduğu vaxt sahibinə təslim etməkdir. Ərz olunduğu kimi qəbul qıldı. İndi ol əmanət bəziləri idir, əqlidir. Bəziləri eydər, əqlidir. Daim mülahizəyi haqda olasən və bəzilər eydər imanıdır və bəzilər eydər elmidir. Kəsb-ü kəmal elmilə olur. Pəs insan bu dörd nəsnə ilə əql, nə dedi? Əql, iman, elm. Kəsb-ü kəmal elm ilə olur. Pəs insan bu dörd nəsnə ilə mövcudatdan mümtaz olur. Bir də əmanət. O əvvəldəki əmanət. 4 dənə dedi. Bunlarla deyir ki, biri ruhudur, ana və nəfəxtu fihi min ruhi izafət hasıl olmuşdur. Və sairi ziruhidə olan izafət yoxdur. Və bir dəxi əqlidir ki, əl-əqlı nuri fil qəlbi və ruhun dəxi şərəfi əqlidir. Haqqı Teala'nın zatini və sifatini bilməkdir. Zatinə və sifatına layiq olmayan sifətlərdən tənzih etməkdir. Və əlləmə Adəməl əsmaə külləhə məktəbində əsma-i əşyayı öyrənib xəzine-i külliyyəyə alim olmaqdır. Bu məqulə nəsnə insandan qeyridə bulunmaz. Və bir dəxi imanıdır ki, Haqqı Cəllə və Əla Həzrətləri cəmal-i nurinin əşrafidir, işraqidir ehtimalən. İşraqidir ki, gönlündə, gönlündə də deyə bilir, gönlündə, gönlündə tulu eydər. Zülm kəfərini məhv edər. Ol dəxi insanidədir. Pəs, ol şərəfiyyət ruhi izafidə hasıl oldu. İkinci əmanət, yükün can ərqəsində gətirməkdir. Yükün can ərqəsində gətirməkdir, hasıl oldu. Üçüncü əqlidir, yenə də gəldi əqlə ki, və dəxi insan nüsxi camidir. Tamam, bu da çox sadə dilindən yazılıb. İnsafən çox sadə, yəni bunu adam çox rahat. 4 səhifəlik bir şeydir. Bunun axirini oxuyayım. Görək ki, bir axirində bir tarix buna görə bir şey oxuya bilərik, yox. Əcəba bunu da, yəni bu risalə də yenə həman şeyxindi ya yox. Yəni ola bilər ki, bu şeyx yazan Məhəmməd Tahir Əfəndi Qazizadə bu şeyxi bu şeyi yazmış ola bilər. Amma biz kitabın əvvəlində bundan bir şey görmədik. Axir sətirlərinə baxaq, görək ki, ey talib, sənə bilirəm qeyri vəhm ariz oldu ki, bu xəlqün məcmuisi bir uğurdən Allah olə haşa fəhaşa xilaf fəhm edərsən, yəqinün şöylə olsun ki, xəlq haqq olmaz. Əbədül əbəd gözün gördüyünü benim mi dersən? Dilin söylediğin benim mi dersən? Bilmədir dersən, benimdir isen benimdir isen şeytan olursan. Eğer haktır dersen, hakkı buldun. Ne olur buna? Bu olur. Hakikatte budur.
Vəhdətdə ki, yol cümlə əhlullah izamın etiqadı böylədir. Vəhdətdəki yol cümlə əhlullah izamın etiqadı böylədir. Nəhayət xəlqidə əsla vücud bulmadıqlarından vücudun varini haqqa isbat edərsən. Sanırsan ki, xəlqə haqq derlər. Öyle sanıp vəhmə düşmə yoluyla kəlinə gələnə anlayasın və illa yabanda qalırsın. Yaban yəni çöl, səhra, biyaban. Yabanda qalırsın. Zira benim canım xəlq dəxi vücudun qoxusun duymamışlar, eşitməmişlər. Vücud Allahındır. Sən xəlqün sanırsın. Nəhayət vücud haqqı xəlq surətində göründü. Xəlq ilə zənn etdigün vücudi xəlq öylər. Haqq zuhura gəlmək istədi. Kəndinə münasib bir vücud bulmadı ki, anınla bu aləmdə zuhur edəşir. Əxəztu naren biyədi və zə'tuha fi kəbədi ilə mən işkəvə seyyidi. Mən əşku seyyidi əhraqtu qəlbi biyədi. Bu da bir şeirlə burada qutardı. Aşağısında da bir yazı yazmışmışlar. Siliblər, silmağa çalışıblar. Vışlıq deyilmə, muşluqdur, belə bir şey yazıblar aşağıda 2 səfədə. Bu səfə qutardı. Ondan sonra bir ayrışda əcəba onu istəyirəm deyəm ki, əcəba bu kitab Risale-i Nuriyyə dediği kitab məcmuəsi tümü bu Seyyid dedim Məhəmməd Tahir Əfəndi Qazizadə Həzrətlərinin mi? Çünki bunu 2-ci risalədə bir şey görmədik. İndi 3-cü risaləyə baxırıq. Bismillahirrahmanirrahim. Həmd olsun ol Allah'a ki cəmi məxluqatı xəlq etdikdən sonra məxluqat əmr üzərinə olsunlar üçün kütüb inzal edib və dəxi peyğəmbərlər göndərib təriq-i müstəqimə irşad üçün xüsusa ki ol məhbub ilah Həzrəti Muhammed Mustafa sallallahu aleyhi və səlləmi irsal eylədi ümmətini irşad üçün. Zira nəfs islah olmayacaq insan məarif-i ilahiyyəyə vasıl olmaz. Onun üçün ki Habib-i Əkrəm və Nəbi-i Möhtərəm sallallahu teala aleyhi və səlləm buyurmuşdur ki, mən bu inşa yazının formətindən belə nəzərimə gəlir ki, Qazizadə Həzrətləri bu 3-cüsünü də yazıbdır. Yəni sadə dil ilə çox ravan bir dil ilə yazıbdır. Habib-i Əkrəm və Nəbi-i Möhtərəm sallallahu teala aleyhi və səlləm buyurmuşlardır ki, mən ərəfə nəfsə fəqət ərəfə rəbbəh. Və bunlardan sonra əshab-ı cüzin və uləma-i əhli yəqin gəldilər irşad ümmət üçün. Getdilər rəhmətullah aleyhim əcməin. Və bunlardan sonra xulafai raşidin və müqtədai əhli yəqin gəlib əhli İslami canibi haqqa irşad eylədilər. Və məşayix izam dəxi gəlib talibi haqq olanlara sələfdən gördükləri yolu göstərib və vaqiələrində hər gün kəsb etdikləri bir şiklə təməssül edib. Həzrəti Haqq Cəllə və Əla bunları təzhib və təthir əxlaq üçün və islahi nəfs üçün göstərir. Mürid olan kimsənəyə mürşid dəxi ol müriddən vaqiəsi gəngi dairədəndir bilib bunun üzərinə təbir edib irşad edərlər. Öyle olduysa bu fəqir əl-hal əl-mühtac ilə rəhmətillah əl-məlikil müteal bazı qərandaşlar dedilər ki vaqiələrimiz görürüz. Amma siz buyurdunuz 7
və atrənün bu nə mənədir? Onu oxuya bilmədim, kəlməni anlamadım üçün mənası nədir? 7 dairənin 7 dairənin orada bir dairələr işləyirdi. Bəlkə o dairələrə işarə edilir, bilmirəm, birinci risaləsində. 7 dairənin gəngisindən olduğunun, əlbəttə irfanda da 7 mərhələ deyirlər də. Orada da kimdir? Deyir ki, əttarca hafт şəhər, nə şəhər ma əndər xəmi yeç kuçeyim qəziyyəsi də əttarın sözü o 7 mərhələyə işarət edir. 7 dairənin gəngisindən olduğun bilməzüz. Və dairə nədir? Təfsil əydi verək. Təfsil əydi verək. Əydi dedikçi demək, verək, əydi verək. Bu bir növ tərkibdir, fiil tərkibidir. İstanbulda bu cürdə işlənir. Dediklərində binaən əleyhi bu zəif dəxi 7 dairə ki, məşayixi nəfs haqqında bəyan et. Məşayix nəfs haqqında bəyan etmişlərdir və ol dairənin ismləri nədir bəyan eylədim. Talib haqq olanlara islah etməcə hirsi hasil olub vaqiələri qənqi dairədən olduğun bildicindən sonra əhl onlara müraciət edib təhsil-i məarif və kəsb təriq həqiqət üçün o və ol 7 dairənin hər biri səndən necə şəkillər görünür. Hər birisindən neçə şəkillər görünür və vaqiələrində bunların hər birisinin bir dairə içində tərtib etdik, bəyan olunur be'onullah Teala. Ol 7 sıfatın əvvəlkisi amma sıfə yetər. Nə mənədir bu? Qalıbdır burada. Əmmarə sifətidir. Beləsi oxunacaqdır. Əmmarə qalmışmış ya da qırmızı yazmışmış. Nə olubdur? Burada rəngi getmiş kimi görünür. Ona görə mən də qaldım ki, bu nə olacaq? Əmmarə oxuyurdu bunu. Çünki biraz da əmmanə aşağıda düz yazıb, sonra rəhin üstündə yazıbdır. Əlifin üstündə yazıbdır. Əlifin sifənin şey olubdur. Əmmarə sifətidir. İkincisi ləvvamə sifətidir. Üçüncüsü mülhəmə sifətidir. Dördüncüsü mütməinnə sifətidir. Beşincisi raziyə sifətidir. Altıncısı mərziyə sifətidir. Yedincisi safi, nəfs-i safi deyə ad verdilər. Görürsünüz. Məncə bu da üçüncü də yenə də Qazi Məhəmməd Tahir Əfəndi Qazizadənin qələminə bənzir. Yəni belə bir mənə belə bir düşüncə gəldi. Burada dairələri çəkir, dairələrin haqqında danışır və bu da davam eləsin biz bunu. Bu da burada qutarır. Bunun son səhifəsini oxuyayım. Məsələn, insan rüyasında yanmur görsə, yanmur yəni ot görsə, yanır, bir yanan bir şey görsə, yağmur da ola bilər. Yağmur düz istəyirəm. Yanmur mən oxudum. Yağmur görsə yağış, rəhmətullahıdır. Qar görsə rəhməti mübaliğədir, çox rəhmət gələcəkdir. Ayrımaqlar görsə, ayrımaqlar görsə, ayrılıqlar. Ayrımaqlar görsə və dərya, irməqlər, mən üzr istəyirəm, ayrımaq oxudum. Əlif yox idi amma mən oxudum. İrməqlər görsə və dəryalar, irməqlər mən nəzərimə gəlir ki, su axan suya deyir. Arx ya çay. Bizim Türkçədə, Azərbaycanda çay deyirik. Sel kimi məsələn. Sel əlbəttə gələr, gedər, yıxar, gedər. Amma bu sel deyil. Bu daimi sudan danışırıq ki, ləmindən aram yerinə də ləm işlədərdilər. Əgər yadıma gəlsə, birdən-birə zehnimə düşdü. Ləmindən axan suya irmək deyirlər. İrməklər görsə və dəryalar və çeşmələr bunları görmək ixlas sifatıdır və qəlbin qənasi sifatıdır və kəşf-i suluş dairəsidir. Mürid olan kimsəniyə mürşid Qəhhar ismini təlim edə qət'i dairə üçün bu miqdar ilə iştifa olundu
Zira bunları zəbt etmək müşkil işidir. Ancaq həmin əhli haqq olanlara tənbih üçün bu qədər kafidir. Təmmət 1229 tarix. Burada bu tarixi qoyublar. Bu yenə də məncə dedik ki, bu adam 1160-da vəfat edibdi. Bu tarix ki qoyublar, bu bəllidir ki, nüsxəni yazandır. Mən bunu yazım. Nüsxənin tarixi 1229 Hicri. Dördüncü Risaleyə baxaq. Risale-i Sirri Dövran. Görək ki, burada nə deyir? Təlifi Şeyx Sır Abdülqadir ibn Şeyx Şəhid Abdullah ibn Şeyx Əşrəf Sani ibn Əş-Şeyx Lütfullah ibn Əş-Şeyx Sirrəli ibn Əş-Şeyx Pirəhmədi ibn Əş-Şeyx Abdurrahim Sirrisi və Kərimezadəsi Əş-Şeyx Abdullah ibn Əşrəf Rumi Əl-Əznigi Əl-Qadiri Qəddisallah. Bu o birisi 3 dənə ilə fərqlidir. Bu dördüncüsü bir ayrı adam yazıbdı ki, adını da dedi Abdülqadir ibn Şeyx falan ki, bunun neçə cəddin saydı getdi Daliyə. Bunun da adı Risale-i Dövrandır. İndi buradan o iki, mən fikir edirdim ki, o üç dənəni Qazizadə Həzrətləri yazıbdı. Bu dördüncüsündə görürük ki, ayrı adam bunu yazıbdı. Bunun əvvəlindən də bir səhifə oxuyaq. Bismillahirrahmanirrahim və behi nəstəin. Hamdən ləkə Allahümmə alə ma cəəltəl həqiqətə mütləqətən ənit təqidati və təəlluqat və müdəvvərətən fi dairətil vəhdəti lizuhuri nüquşil kainat və cəəltəhə zahirən fi surətil kəsərati həttə yəşhidə səvidəl arifinə innəl vücudə vahidun minəl əzəli iləl əbəd. Keyfə ma irtəsəmə təşəxxusat fi ənva'iz zəvat və əs-salatu və səlamə alə həbibihilləzi kânə fi mərtəbətin həqiqətin camiətin və lətifətin sariyətin beynəl vahidi vəl kəsərati fi cəmi'iz zəvati və s-sifat və alə alihi və əshabihilləzinə bələğu غور تحقیقات به نور الآیات. Qutardı ərəbcəsi. Cində burada Həzrəti Allah Əfəndimizə və Həzrəti Rəsul Əfəndimizə iradətini göstərdi. Amma bəd, məlum olsun ey talib haqq və aşiq vəts mütləq, iş bu dövran ki məşayix izam və awliya-i kiram rəhməhumullah qədimidən vəz etmişlər və hər təriqət cəhri bu dövran ilə zikri ixtiyar edib, hər bir güruh məxsus bir gün təyin edib, ol gündə icra-i usul qılır. İmdi bu dövranın sirri nədir? Və vaxtindən və qəndən alınmışdır. Və qəndən alınmışdır. Və niyə? İsratıdır. Nədir? İşarətdir. Və nəyə işarətdir? Və nəyə işarətdir bi tevfiqillah bu risaleyi yəsiruhu dövranın sirrin bəyan etsə gərək. Və lisan-ı ərəbi fəhmi çünki cümləyə müyəssər dəcül, diqqət buyurun. Faidəsi am olsun üçün lisan-ı türki ilə dərc olsa gərək. Ta ki aşiqlər dövran ilə zikr etməkdən murad nədükən bilsünlər, yalnız surətinə baxıb qalmasınlar.
bəlkə həqiqət yüzündə əslin bilsinlər. Zira bu zamanın üleması həqiqət yüzündə cühelası bu dövranın ancaq surətini görüb həqiqətinə nəzər etməyib. Kimisi lə'bi və kimisi rəqsidir diyi. Kimisi lə'bidir, kimisi rəqsidir diyi cavabilər edib. Əshab-ı zövqi və ərbab-ı şövqi təni taşinə tutub. Burada bir şey yazacaqdı, yadımdan çıxıbdı, aparıbdı, o başda yazıbdı. Bu da bunu göstərir ki, yazarımız elə bir adamdır. Burada nə deyibdi? Tutub. لَنَرْجِمَنَّكُمْ وَلَيَمُسَّنَّكُمْ مِنَّا عَذَابٌ أَلِيمٌ quluhu şərifi üzərə. Bu səhih yazıbdı üstündə də. Yəni bu burada yazılacaq idi. Ayə, burada bir ayəd fikir edirəm. Burada yazılacaq idi. Əzim cəsarətlər edərlər. Bu coftar nahəmvari istima edənlər təriqət illiyə pirləri Evliyaullah və ricali inkar edib. Zikri şərifdən itnab ilə la ilahe illallah deməcə xof edərlər. Bu şinaəti şənilik, pislik. Bu şənaəti əvvəl hər kim peyda etdiysə huzur haqqda nə itabilər çəksə gərəkdir. Haqqı Teala bizləri təriq-i rişadidən dur etməyə. Amin. Səbəbi tərqim-i risalə oldur ki, bəzi əhbab-ı rica edərlər ki, sirri dövranın bizlər təlayi və rəşhi həqiqət xəlqiyi zikrün ətşani olub. Sirri dövranın bizlər təlayi və rəşhi həqiqət xəlqiyi zikrün ətşani olub. Lillahi və rəsulihi bu sirri dəqiqün bəyanın qiləsiz. Şöyle ki, ürefa ve meşayih-i kibar əyan etmişlər. Bu abdi aciz olacaq ehtimalən. Bu abdi aciz purqusur. Bu birinci dəfədir ki, bu kitabda bir dənə kəlməni oxumaqda çətinlik çəkirəm. Aciz sözü məncə gəlir, amma ola bilər də ki, bir ayrı bir şey olsun, amma məncə acizdir. Bu abdi aciz purqusur qəlilül bəzai təriqi illiyə üçün bir xidmət olmaq təsəvvürü ilə mütəvəkkilən Allah bu risali yəsirə yəni qolaylaşdıran, rahatlaşdıran, yüngülləşdirən, ağırlığın götürən bu risale-i yəsirəyi cümlə-i ətf-i inan-ı himmət qılıb naminə sirr-i dövran verdük. Adın bu risalənin adı sirr-i dövran. İlahi cümləmizi nuri hidayət ihsan eylə. İş bu risalə bir qaç bab və bir qəç fəsl üzərə təqriri mübtəni olmuşdur. Bab əvvəl ayat və əhadis ilə zikri, zəhr ilə sübutin bəyan və hər günə hərəkatı məxluq aqil zikri ilə məmur olduğun əyan. Şöyle ki, usuli təriqət illiyə anınla nümayan olur, ani zikr edər. Bunu da ikincisini, üçüncüsünü demədi. Cahilən geçdi bunun içinə, bunu indi açıqlır. Bundan da bir zərrə oxuyaq və gedək o birisi kitaba. Məlum ola ki, ey mömin, əbd cəmi əhvalidə və hər ətvarıda mücməl və müfsəl olan hərəkata müfəssəl oxunar şərh. Bunu mücməl xülasə, müfəssəl açıq, çox açıqlanmış olan hərəkatı zikrullah etməkdir, mə'murudur. Zikrullah etməyə mə'murudur. Haqqı Teala bu qavli şərifi ilə ki, əzəmət və kibriyası ilə buyurur, İstəizu billah, yəni Allaha pənah aparıram. Üzr istəmək anlamındadır. Ya eyyuhəl-ləzine amenu, Allah beləsi bir ayə gətirib. Əstəizu billah.
Bismillahın yerinə deyir ki, Allaha pənah aparıram, sonra şeytandan gəlir. Ya da Allahın izni ilə, burada izni sözündən gəlir ki, Allahın izni olacaqdır. Əstəizu billah, Allahdan, Allahın izni ya köməkliyi ilə Qur'anın ayəsini oxuyur. Ya eyyuhellezine amenu iskurullaha zikren kəsirən, yəni iskurullah bil lisan yuqalu leyse bi şeyin minel ibadati afzalun min zikrillah li'annehu li kulli ibadetin miqdarun evelem yaqduru lizzikri bel emrun teala bil kisreti ve gale uskurullah zikren kesiren, yani uskurullah fi ehvali kulliha tefsiri şeyhide getirmiş Hakkı Teala mümin kullerine zikri kesir ile emr buyurur. Ey müminler, sizler zikri kesir kılın lisanınızla, cemi ehvalünüzde ve ami halatınızda. Ulema buyurdular, zikrden efzel bir ibadet olmaz. Zira Hakkı Teala her ibadete miktar tayin buyurdu. İlla zikrullah tayin buyurmadı. Belki zikri kesir buyurdu. İnteha. Birinci qol qutardı. Ve zikru fi, tamam, qalsın bu, gedək görək ki, əcəba bu kitabın bu kitabın çox yerlərində dedim qərələməklər görürəm, bilmirəm nöqtədir ya təkid üçündür. Çünki çox bu işi görübdür. Mən təkid fərz edirəm. Əvvəl dedim mən yağışdan, amma indi o sözümdən keçirəm. Kitabın son səhifəsindən 6-7 sətr oxuram. Həsənatul əbrari səyyiatul müqərrəbin. Mən bunu birinci dəfə bir molladan eşitdim. Əmmaməsinin uzunluğu 1 metr idi. Başının dövrəsinə bir dəfə bağlayıcı fırladırdı, bir düyün vururdu, buradan astırdı. Yəni bir dana holi kimi, məsələn, deyək beləsi buradan astırdı, burasına cındı gəlirdi. Ayaq yalında yol yerirdi torpaq üstündə. Çox da arıq və çox da boyu da qısa, amma deyirlər ki, bu Göyhərşad məscidinin rəhbəriymiş. O deyirlər ki, orada bir diyan var imiş Rıza Şah dövründə. Onun deyirdilər, bilmədim. Yəni mən onu şey eləmədim. Ondan eşitdim, bu Müslüm Mələkutiyə xitabən belə bir danışıq elədi. Həsənatul əbrari səyyiatul müqərrəbin. Üzərə şərifəyə məkruh olan təriqətdə haram olmaqdır vardır. O cümlə qıbliyə qarşı tükürmək. Qıbliyə tərəfdir tükürmək məkruh da olsa bizim məşrəbimizdə haramdır. Tükürmək şəriətdə ədəbsizlikdir. Amma o təriqətdə haramıdır. Sairlər buna qiyas olunə. Dərviş gərəkdir ki, fərzi və sünnəti və adabi ziyadə gözdə. Qıbliyə qarşı ayaq azadıb. Qıbliyə qarşı ayaq uzadıb da azatmaq mən oxudum, amma uzadıb u yoxdur, vav yoxdur. Uzadıb yatmaya, bir kimsənəyə dəruni kin etməyə və riya etməyə, qəlbin pak eyləyə, hər nə qədər xoş rüyalar görsə əsəm tutmaya ya da ism olacaqdır, ehtimalən bilmirəm. Oxuya bilmirəm. Şimdi oxuyor. Əşşəm tutmamadır. Ətəm tutmamadır. Diyu qəlbinə gətirməyə. İşim tamamıdır. Tamam, oxudum. Rüyalar görsə işim tamamıdır. Şimdi bu işim sözündə ikinci kəlmə bu kitabda beləsi çətinliyə düşdüm. İşim tamamır diyu qəlbinə gətirməyə, təcəllilər olduqca tələbin ziyadə eyləyə, nasun rəğbətinə və dünyanın iqbalinə məğrur olmaya, qəlbi xəzinəsin əğyar məhəbbətindən hifz eyləyə, Haqqı Teala cümləyə hidayət doğuran. Ad Risale-i Sirri Doğuran yazar Şeyh Abdülkadir ibn Şeyh
Abdülkadir İbni Şeyh Eşşehid Abdullah Eşşehid Abdullah İbni daha devam edir ama onu şey eləməyək. Yazı tarixi yazı tarixi gəldik şimdi kitabın gedək axirinə. Axirdə bunu yazmışdı. 1162 Hicri. Nüsxə tarixi 1311. Dördüncü kitaba gedirik baxaq. Kitab-ı Dəlili Bədəlan və Dəftər-i Aşıq. Dəlili Əbdal و Bədəl var da. Bədəl onun şeyidir. Bədəla. Dəlili Büdəla. Büdəla oxunacaq. Sən oxuyacaq. Qələt oxuram. Dəlili Büdəla و Dəftər-i Aşıqan و Seyr-i Arifan və Xiyal Nadan و Dilcüşay Talibان. Təlif Qıyğusuz Əbdal Sultan. Bunu da əlbəttə bu kitab çox uzun oldu. Dəlili Büdəla və Dəftər-i Aşıqan و Seyr-i Arifan və Xiyal Nadan و Dilcüşay Taliban. Bunun yazar Qıyğusuz Əbdal Sultan. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Aydad, bu niyə kəsilibdir? Mən diqqət eləmirəm buna görə də. Bilmirəm ha zaman kəsilib, amma kəsilibdir. Bugünkü kitabımız şimdi Instagramdan kəsildi. Tazaşdan bağladım. Umarım ki kəsilməsin. Bugünkü kitabımızın adına Risale-i Nuriye yazılıbdır. Buradan bunun 3 risaləsinin içindən oxuduq. Mənim nəzərimə gəlir ki, bunun 2-sin ya 3-ün şey yazıbdır. Risale-i Nuriyəni yazan Məhəmməd Tahir Əfəndi Qazizadə yazıbdır. Sonra gəldik bir kitab oxuduq biraz öncə. Bunu da yazanı Şeyx Abdülkadir İbni Şeyx Şəhid Abdullahdır ki 1162-də yazıbdır bu risaləni və nüsxəçi də bunu 1311-dən nüsxəliyibdir. İndi bir ayrı kitabı açdıq. Adı Dəlili Büdəla, Kitab-ı Dəlili Büdəla və Dəftər-i Aşıqan və Seyr-i Arifan və Xiyal Nadan və Dilcüşay Taliban. Kitabın adı bu uzunluqdadır. Təlifi Qıyğusuz Əbdal Sultan. Bismillahirrahmanirrahim deyə başlayaq. Vəssalamu əla xeyri xəlqihi Muhammedin və alihi və sahibi əcməin. Əmma bə'd. Bu kitabı bilin və agah olun kim Dəlili Büdəla və Dəftər-i Aşıqan və Seyr-i Arifan və Xiyal Nadan və Dilcüşay Taliban deyinir. Bunu qələt yazmışmış, deyərlər ya derlər yazmışmış, sonra üstündə xət çəkibdir, yazıb deyinir. Zira əqlə sığməz xəbərlərdir. Tamam, biraz bunu geçəldim, biraz nəzərimə kiçik oldu. Zira əqlə sığməz xəbərlərdir və əql-i məaş mərkəbi bu yolda ləngidir. Və bu əql-i məaş anadən gözsüz toğmuşdur. Bu əql-i məaş anadən gözsüz toğmuşdur dünyada və ahirətdə əmadır.
Əma yəni kör. Burada yenə bir kəlmə yazıbdır. Ana Qur'an-ı Kərim bunu silibdir. Üstünə bir xətt çəkibdir. Yəni bu oxunmasın. Əgər sən ana 100 ayət Qur'an, yenə burada bir şey sətrin oradan ki yazıbdır, onun davamıdır. Oxuyub mənasını dəxi versən, yenə də qərə rəngidir. Qərə rəngidir. Yəni o kör olduğu üçün deyir hər şeyi qərə görər. Qərə rəngidir. Bildici qeyri rəngə inanmaz. Bu kitabda buradan 3 yerdə kəlməni küllən cümləni silib, yəni üstünə xətt çəkib təzəşdən yazıbdır. Mən də o tazaları oxuyuram. Da o yazılanları, əvvəlcə yazılanları oxumuram. Bilmirəm də ki, bunu kim yazıbdır. Zahirən də xəttlərin ikisi bir-birindən fərqlidir. Bunu da deyim. Yəni o risalələrə yaxın əl yazımı ilə gələ bilir. Zehi nadan kim haqqi istər əqli ətəyinə yapışmışdır. Və əqli kəndiyə rəfiq etmiş aftab-ı nurin bülüm diyi çalışır. Və bu əqli məaş bir nəsnə kim bilmişdir, həman budur deyib durmuşdur. Bilməz kim bu yer və göcdən özgə bir yer göc dəxi vardır ki, anda dürlü sün-i səttarələr ya da sün-i sitarələr qoyulmayıb, ona görə bilmirəm ki, sün-i sitarələr var və ol yer ilə güc arasında iki dərcülü bir şəhri var ki, ol şəhərə girməyan Səddullahidən bir nəsnə duymaz. Sirrullahidən bir nəsnə duymaz. Əgər 1000 yıl dahi ömrü olursa, bal yeməkdən nəsibi olmaya bal deməklə ağız şirin olmaz. Və bu əqli məaş bilməz ki, ariflərin gecəsi qədr və gündüzləri eyd olmuşdur. Zira onun kim rəfiqi haqqolə Cəbrailün göftücüsini neylər? Diqqət buyurun ki, bu kitabı indi biz burada görürük, çoxlu bunun içində qələtləri, bəlkə də qələt deyil, hər halda bu adam ki bunu islah eləyibdir, o çox yeri islah eləyib. Yəni əslində demək olar ki, əksər sətirlərdə islah görünür bu 2-3 səhifədə. Anın kim, zira anın kim rəfiqi haqqola Cəbrailin göftücüsini neylər? Gəl indi sən dəxi əqli məaş eşitmədici sözlərdən xəbər al və anın görmədici yüzlərdən nəzər al. Və bu əqli məaş ilə hərçənd ki ciddu cəhd edər, ariflər mənzilinə yol bulməz. Zira bu elmidə sərgərdanıdır və bu elmi əqli məadi olan bilir ki, buna məntiq teyr dərlər. Buna məntiq teyr dərlər. Bəs indi bu elmi gönlü gözü acaq arif, pəs zira bu elmidə Pəs indi bu elmi göglü gözü acıq arif bilir ki, nə deməkdir? Acıq yazıbdır. Gönlü gözü acıq arif bilir ki, nə deməkdir? Zira bu əqli məaş ancaq zahiri memarlığın bilir, batin elmindən xəbəri yoxdur və mərifətullahidən 1000 söz dəxi eşidirsə gögülünə bir nəsnə varməz. Məgər kəndiyi kamillər və əhli dillər söhbətinə layiq edə ta kim bilmədici
və eşitmədici nəsnə və mərtəbə bilə və anilə bəs imdi bir saat. Bu bəzi bəs imdilər ki burada çox da görünür, bəs imdi, bunlar zahirən bir ayrı rənginə yazılıbdır, çox da rəngi az olur. Bir saat dana və arif söhbətinə girib məst olmaq 1000 yıl kəndi başına ibadət və riyazət qılmaqdan yəkdir. Yak sözü üstün mənasındadır. Ehtimalən bir də ki deyirik yak deyiblər, Farsiyə gedibdir. Bu üstün olan sözdür, ən başda gələn sözdür, ona görə yak deyiblər. Dəxi mərdilər geçər namərdilər getməz. Beləsi oxunacaqdır. Zira burada bir şey əlbəttə kollən bu sətrin yarısı təqribən silinib tazaşdan yazılıb. Onun üçün biraz oxuması zordur, amma oxunur gördüyünüz kimi. Zira cəhanidən mərdilər keçər, namərdilər getməz. Və bu elmi dana bilir, nadanilər bilməz. Zira əql məadi yox kim anliyə. Onun əql maaşı var. Və böyle xəbərləri xud eşitdici yoxdur. Bu elmdə sərgərdan gəlmişdir. Arif gərəkçici gibi bir ustadi yox kim anlədə. Arif göci gibi. Belə mən bu çox kiçik üstə yazıbdır. Kamil də oxuya bilmirəm ki. Arif gərəkçi gibi bir ustadi yox kim anlədə. Tamam. Fikir edirəm ki, bu dahi mən bu kitabı istirdim 2 kitab oxuyayım, amma nəzərimə bu qədər kafidir. Qalanları da qalsın. Bu kitabın da sonunda bir tarix əgər tapa bilsək, oxuya bilsək, onu da oxuyaq və tamam eləyək. Bunun son səhifəsindən biraz oxuram və keçək. Pəs indi bu məsləki cüşadə qılməz illa bir münşid kamil, pirün damenin tutub divanında əmri bər fərman deyib xidmətün qəbul edəsin. Zira mürşidi kamil həkim haziqdir xəstənin mərəzini və hər nə işlə der isə işləyə və hər nə işləmə der isə işləmə gərəkdir. Gərək dünyəvi və gərək uxrəvi. Onun əmrinə bel bəğliyib dünya və axirət sultanı olub cümlə məhləkələrdən əmin olasın. Təmmətil kitab və onillahil məlikil mütəal. Bu risalə burada xətm bulməz ancaq nisfidir. Daha bu qədər mabədi vardır. Qəflət olunmaya. Bu kitab deyil, burada qutarmır. Bunun qalanı vardı. Ehtimalən burada kitab qutarır əslində. Biz kitabın sonuna gəlmişik. Onu yazmayıbdı. Burada bir dua yazıbdı. Bu duanı oxuyaq birazdan. Düzdür, mənim də getmək vaxtimdir. Allahümme salli və səllim əla nuri seyyidina və nəbiyyina Muhammedin Mustafa sallallahu aleyhi və səlləm. Allahümme salli və səllim əla nuri əxihi və ibni əmmihi və vəsiyihi əl-imam Aliyyil Mürtəza və əla nuri məsumihi Muhammed el-Əkbər. Allahümme salli və səllim əla nuri Xədicətil Kübra və Fatimətəl Zəhra. Allahümme salli və səllim əla nuri İmam Həsənil Müctəba və əla nuri məsumihi Abdullah. Allahümme salli və səllim əla nuri İmam Hüseyin. Burada imamları deyir. Amma görüm hangi İmam Mədba, İmam Cəfər, Musa, Kazım, İmam Rıza. Burada imamların hamısı adlarını çəkir. Allah hamısına rəhmət eləsin. Və sonda da bir 3 səhifəlik bir ayrı bir yazı var. Bu da fərqlidir. Bundan da bir kəlmə əvvəlindən türkcəsini oxuyaq. Bismillahirrahmanirrahim. Amma bədi bunun hardan başlayır, oranı tapsaq. Ehtimalə bunun hamısı türkcəymiş. Bəli. Bismillahirrahmanirrahim. Nada aleyyə aliyyən məzhərəl əcaib təcədühü
أولا لك في النبا تبال الله تبال الله حاجتي في كل هم و غم سيجلى بحق الوهیتک و یا الله یا الله یا الله و جنوبتك یا محمد یا محمد یا محمد و بولایتك یا علی یا علی یا علی انت حولی عنایتك دم اولیاء هو الافتا illa la feta illa Ali la seyfe. Bu bizim dedelerimizin tarihi yaşam ve düşünce tərzidir. Biz bunu bilməliyik. Biz kimi deyirdi ki, bunu oxudum bir yerdə, deyirdi ki, filan Fransəli ya Almanlı ya Rus ya İngiliz ya Amerikalı yazarın arvadının adını, dədəsinin, nənəsinin, bunların hamısının adını bilirik, amma özümüzün düşüncələrimizə, düşünürlərimizə gələndə tanımırıq və bilmirik. Beləliklə, bu günü başa çatdıq. Allah ömür verirsə, bir ayrı gün, bir ayrı kitabla tanış olarıq. Hələlik sağ qalın, görüşmək üzrə.